Məhəmməd Füzuli Rindü Zahid Ey namaz vaxtı zahidlərin səcdə etdiyi, ey niyaz zamanında rindlərin rəğbət bəslədiyi Allah. İstər həqiqət əhli, istər məcaz əhli olsun, hər kəs bir dil ilə öz sirrini sənə deyir. İlahi, ibadət sövməsinin pak məzhəb zahidləri hörmətinə günah və üsyan meyxanəsinin rindlərini Allaha doğru qayıdın, qədəhinin nəşəsindən məhrum etmə. Üzlət xərabatının saf təbiətli rindləri izzətinə xudbinlik xanəgahının zahidlərini imtina etdi və təkəbbür göstərdi azğınlığı və zəlalətindən uzaq saxla. İlahi, sən məni məğrur zahid etmə, səndən uzaq olan bir rind də etmə. Elə et ki, yoxluqda ikən bir ad çıxarım. Məni rindlik və zahidliklə məşhur etmə. Xoş o zahidin halına ki, səadət əldə etmək itaət xanəsində ibadət təsbihinin səriştəsini son Peyğəmbərin səlavatı silsiləsinə yetirə. Xoş o rindin halına ki, iradət qədəhini hüsn və fərasət meyxanəsində şəriət sahibinin razılığı əlindən ala, həmişə təriqət xanəgahlarından etikafında onun yolunu tutub gedə və bu təriqənin zövqünü tabe ola, necə ki deyiblər, zahidlərin pak ürəyindəki işıq səndəndir. Şəriətin binası həmişə səninlə abaddır. Qırxlar məclisində həriflər bir-bir, rindlikdə üzüm suyunu səndən alıblar. Peyğəmbərə, onun gözəl nəslinə və pak yoldaşlarına Allahın salavatı olsun. Sonra, Riya sövməsinin zahidi və xata meyxanəsinin rindi Binəva Füzuli, əhli nəzər yığıncaqlarında və hünər sahiblərinin məclislərində hekayə zikrinin zümzüməsini bu qanunla eşidib və rəvayət qədəhinin cürəsini bu minvalla dadıbdır. Əcəm diyarında olduqca vüqarlı, çox təmiz və pak bir zahid var idi. Necə ki deyiblər, dünyanın kəşməkeşindən asudə bir fəqih idi. Ona təzim etmək üçün mehrabların qəddi 2 qat olmuşdu. Tacdarlar onun ayağının torpağına möhtac idilər. Onun başmaqları fələyin başına tac idi. O, özündən xəbərsiz müridlər məclisinin yuxarı başda əyləşəni, həqqə yaxınlaşmaq və onun tərəfindən qəbul olunmaq istəyənlərin qabaqda gedəni idi. Hər aləmdə bir ələm qaldırmışdı. Hər elmdən bir bəhrəsi var idi. Onun Rind adlı bir oğlu var idi ki, Kamalda misli bərabəri yox idi. Hələ onun üzünə tük gəlməmişdi, lakin öz idrak qüvvəsi ilə yaradılış xəttinin məzmununu dərk etmək dərəcəsinə çatmışdı. Fəzil və Kamal bağının rəna bir gülü idi. Cəhcəlal mədəninin gözəl bir gövhər idi. Gözəl xasiyyətlərinin və lətif əxlaqının aynası, onun işıqlı idrakının seyqəlindən nur almışdı. Elə ki, Zahid oğlunun kamallı simasında istedad günəşinin parıltısını müşahidə etdi, fərasətli üzündə gözəl qabiliyyətinin əlamətini oxudu, nəsihət qapılarını açdı, ona öyüd verməyə başladı. Ey əziz və xoşbəxt oğlum, bil ki, Allahın hikmətinin tələbi və Xaliqin qüdrət iradəsi insanların vücudunu müxtəlif təbiətdə xəlq eləyib. Onların varlıq cəridəsində müxtəlif təbiətlərin rəsmini çəkmişdir. İnsanların bəzisini hər kimi Allah hidayət etsə o yol tapmışdır ayəsi mövcibincə kim istərsən əziz edərsən məqamına getirib və bəzisini hər kəsi Allahı nəzərdən salarsa ona yol göstərən olmaz səbəbinə hər kimi istəsən xar edərsən zillət torpağına əyləşdiribdir. Belə qərar qoyubdur ki, hər kəs öz səyi sayəsində ona müqəddər olan rütbəyə çatmaq üçün cəhd eləsin. Hər kəs öz səyinin nəticəsində ona qismət olan ruzi şərbətini içsin, ta tənbəllik törədən
və beləliklə aləmin nizamına qarışıqlıq gətirən qəzaya etimad etməsin. Habelə kəsalət törədən və Bəni Adəmin ixtilatını pozan qədərə etiqad etməsin. İstənilənləri əldə etmək niyyəti və bəxtin qapılarını açmaq ixtiyarı hamıya bərabər verilmiş və hamıya bilənlər ilə bilməyənlər bərabər ola bilərlərmi təşviqini eşitdirməklə və insan üçün səyindən başqa bir şey yoxdur xəbərdarlığı mövcibincə onların huş qulağını açıbdır. Ta heç kəs özünün zillət töhmətini yaranışa isnad etməsin, istək yolunda bir bəhanə tapıb səy etməkdən əlini çəkməsin. Bu müqəddimədən məqsəd və bu söhbətdən murad odur ki, indi sənin bilqüvvə, asar-ı fəzilət mənşəyi olan Zat-ı Şərifin bilfel onların məzhəb əsrarı olmalı və batinən incilər xəzinəsi olan lətif ünsürün onları aşkara çıxarmalıdır. Rind bu nüqtəni Zahiddən eşitdikdə, naşı olduğuna görə mənasını anlamadı. Dedi, ey mənim hər müşkülümü həll edən, mənim ürəyimdə olan müşküllərdən xəbərdar olan. Hərçənd hünər qapılarını açdın, söz fəsahətini kəmalə çatdırdın. Səndən nə gizlədim, sözlərinin dolaşıqlığından məna mənə aydın olmadı. Sən əgər kəmalını göstərmək istəyirsən, hamıya ustadsan, Allahın sənə rəhmət olsun. Əgər vəz və nəsihət etmək istəyirsənsə, ləfzi məzmuna pərdə etməyəsən. Məzmunu başa düşmək istəyənlərin ürəyini qan etməyəsən. Əsl mənadır, kəlmələri zinətləndirmək deyil. Əsl söz odur ki, onu avam da başa düşsün. Qəbul əhlinin nəsihətini eşit. Hər kəs ilə onların öz ağıllarının səviyyəsində danış. Zahid dedi, ey Rind, sənin sözlərindən Nəsirdən ikrah etdiyin məlum oldu. Anladım ki, sənin mənzum sözlərə rəğbətin var. Bildim ki, idrakın nöqsanlı olduğuna görə təbiətin dolaşıq inşaya nifrət bəsləməkdə məzurdur. Nədən Allahın və Peyğəmbərin caiz görmədiyi nəzmi bəyənirsən? Yalançılıqla ifrat etdiklərinə görə şəriət əhli tərəfindən adı məzəmmətlə yad edilən şeir sənin xatirinin səhifəsində nə üçün nəqş bağlamışdır? Yalan söz söyləyənlərin gərək ağıl yanında heç bir etibarı olmasın. Nə üçün gərək insan yalan danışsın və yalanı etibarının səbəbi bilsin? Rind dedi, ey Zahid, biz ona şeir öyrətməmişik ayəsinin məzmunundan belə anlaşılır ki, şeir Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, onun şeiri təhqir etmək xətadır. Həqiqətən bəzi şeirlər hikmətdir. Hədisinin mənasından belə anlaşılır ki, Peyğəmbər şeiri bəyənirmiş. Odur ki, onu məzəmmət etmək həyanın azlığına dəlalət edər. Bil ki, şeirdəki fayda verən yalan, zərər yetirən doğru Nəsirdən yaxşıdır. Əgər desən ki, elə deyil, yalandır. Şəriətdə yalaq söz işlənməz. Yalan söz naməşrudur. Hətta əqlə müğayirdir. Şeirin rütbəsində bu qədər demək kafidir ki, bu paltarda, şeir şəklində, rədd olunmuş yalan da hamı yanında məqbuldur. Zahid dedi, ey Rind, yalançıları tərifləməkdən əl çək. Uca himmətli ol ki, ondan da yaxşı bir sənət öyrənəsən ki, həm həyatda etibarına səbəb olsun, həm də öləndən sonra onun asarı səndən yadigar qalsın. Onu bil ki, bugün hər nəyə rəğbət eləsən, bacararsan. Sabah hər nəyi yadına salsan, həsrət çəkərsən. Allahlıqdan aşağı olan bütün təkamül rütbəsinə çatmaq üçün insanın tərkibində əqlin feyzindən hər bir imkan mərkəzləşmişdir. Lakin səysiz fəzil və hünər örtülü qalar, imkandan həqiqətə çevrilə bilməz. Nə qədər ki, huş və duyğular fəaliyyətə qabildir, fürsəti qənimət bilib hünər kəsb etməyən adamın bədən əzaları süst olduqdan sonra peşmanlığı fayda verməz. Çünki alətsiz ustadın əlindən heç bir iş gəlməz. Rind dedi,
Ey Zahid, yaxşı dedin. Nəsihət incilərini gözəl deşdin. Lakin indi sən məni bir elmə doğru yönəlt ki, mən də bir səy göstərim. Mən ki, yoxdan yenicə varlıq aləminə gəlmişəm. Dünya qayda qanunlarından xəbərim yoxdur. Sən ki, bir ömürdür bu dünyadasan, mənə yol göstər. Bilim ki, işin gedişi nə cürdür, qayda nədir? Bil ki, insan varlığının kəmalı iki vücuddan asılıdır. İnsanın nəfsini o iki keyfiyyət kəmal nəşəsinə doğru aparır. Əvvəl zahiri vücuddur. Onun da məbdəyi atadır. İkinci mənəvi vücuddur ki, onun da mənşəyi rəy sahibi olan mürşidin hidayətidir. Kamil olmaq dərəcəsi sonuncuya bağlı olduğundan mürşid atadan müqəddəmdir. Elm bir ruhdur ki, qoca mürşid öz nəfəsinin feyzindən tələb əhlinin ölü bədənlərinə gətirər. Tələb əhlinin həyatı mürşidin nəfəsi feyzindədir. Buna görədir ki, deyirlər, nəfəsin canı vardır. Zahid dedi, ey Rind, çün elm və sənəti bəyənirsən və mənfəət və zərərlərinin aqibətini düşünürsən, daha yaxşı olar ki, sənət kəsb etməkdən qabaq elmə rəğbət edəsən. Elm öyrənmək vadisinə gələsən ki, elm ruhani ləzzətlərin zəncirini hərəkətə gətirəndir və Allahı tanımaq sirlərinə vasitədir. Necə ki, deyiblər. Elm bir dəryadır ki, ondan həqqi tanımaq gövhəri hasil olar. Elmin rütbəsini ağıllılardan soruş. Elmin ləzzətini cahil nə bilər? Rind dedi, ey Zahid, deyirsən ki, elm öyrənmək yaxşıdır. Mənim də onu öyrənməyə arzum çoxdur. İndi təlim ver öyrənim və onun nuru ilə ruhumun şəmini işıqlandırım. Elə et ki, sənin feyzindən bir zövqa çatım. Sənin yol göstərməyinlə bir yerə çatım. Varlıqda irfandan başqa bir müddəam yoxdur. Mənə rəhbərlik et ki, bir müddəaya çatım. Sonra Zahid bir səhifənin üzərinə bir əlif çəkdi. Rind onun mənasını soruşdu. Zahid dedi, bu, elmlər xəzinəsinin açarıdır. Ədəbi və qadir Allahı tanımağın əsasıdır. İbtidada ki, qələm gözəllik lövhü üzərinə rəqəm yazdı, təkdən yalnız tək törər mövcibincə Allah özünü əlif surətində göstərdi. Əlif bir hərfdir ki, heca ərbabının dəftərində birinci yazılır. Bir sərvdir ki, zəka bostanına zinət verir. Təkdir, lakin min şəkildə görünür. Məzhəri gah qüssə, gah da şəfadır. Rind dedi, ey Zahid, bu xətt təliminin müqəddiməsidir. Xətt təlimini, mərifətin şərti bilmək qələtdir. İrfan istedadı xəttdən asılı deyildir. Peyğəmbərin savadsızlığı, təhsilsizliyi bina şahiddir. Fəqih kitabları yığıb belə güman edir ki, xətt elmi irfanı kəsb etmək üçün səbəbdir. O yəqin etməyib ki, xətt irfanın mənşəyi deyil. Əgər xətt olmuşsa da, o gözəllərin üzünün xəttidir. Xətt öyrənmək qeyl-uqalı artırır, Allaha arif olanın isə dili laldır. Müneccimlik, nəhv, sərf, fiqh, fəlsəfə elmləri əqli yüksəltmək və danışığı zinətləndirmək üçündür. Həqiqət əhlinin bunlara ehtiyacı yoxdur. Çünki Allaha yaxınlıq məqamında əql, heyran, nitq də laldır. Zahid dedi, ey Rind, xətt elmi Allahın elə bir fəzilətidir ki, dinin əsasını qoyanların danışıqlarının mütaliəsi üçün və yəqin əhlinin təriqətinin əbədləşdirilməsi üçün istifadə edilir. Xətt vasitəsilə həmişə keçmiş adamların yazılarından faydalanır və onu sonra gələnlərə çatdırırlar. Əgər xətt sənətindən bir əsər olmasaydı, Peyğəmbərin elmindən bizə kim xəbər verərdi? Çün xətt hünər əhlinin əbədiləşməsinə səbəbdir, vallah xəttdən gözəl hünər yoxdur. Rind dedi, ey Zahid, xətti öyrənmək yazıların mütaliəsinə səbəb olur və yazıların mütaliəsi məsələlərdə olan ixtilafın girdabıdır.
Xülasə, sərgərdanlıq mənşəyidir. Sərgərdanlığı axtarmaq isə nadanlıqdır. Hünər sahibləri bir-birinin əqidəsinin əleyhinədirlər. Hər kəs öz əqidəsinə görə kitab yazıbdır. Yaxşı olar ki, onların yazdıqlarını heç oxumayam, qələm kimi hər xəttin sərgərdanı olmayam. Kitab mütaliəsinin çoxluğu şübhəni ortadan qaldırmaz, bəlkə şübhəni biraz da artırar. Buna şübhə yoxdur. Hər nə qədər artıq kitab oxusan, o qədər də artıq heyrətdə qalacaqsan. Xətt ölkəsi elə bir şəhərdir ki, əql sahibləri onu sərgərdanlıq hasarı adlandırırlar. Zahid dedi: Ey Rind, bu şərafətli elmi, lətif fənni, elmlərin mütaliəsi üçün olmasa da, qayda-qanunları bilmək üçün öyrən ki, padşah dərgahına yaxın olanlar, himməti ali olan adamlar vəzirlik və sədirlik mərtəbəsinə bu sənətlə çatmışlar. Dünya işlərinin idarəsinə və dünyada olan şeyləri əldə etməyə bu vasitə ilə nail olmuşlar. Xoş o adamın halına ki, xəttin köməkliyi ilə izzət və etibar çölünə qədəm qoya. Alçaqlıqdan acizliyin adını qənaət qoymaya. Yüksəklik axtara və acizliklə razılaşmaya. Rind dedi: Ey Zahid, bu dediklərin dünya məişətindən ötürüdür ki, ömrü onda sərf edərlər və dünyanın hesabını axirətdə əzabla çəkərlər. İki dünyanın hesabını vermək bihudədir və bu, hər iki dünyada əzaba səbəb olar. Aqil, axırda xətaya aparan elmin şərəfini bəyənməz. İnsana rütbə və məqama çatmaq arzusu həqdən uzaqlaşdırıb nahəqqə çatdırar. Doğrudan da səltənət zövqündən qafil olan cahil padşahlara meyl edən alimdən yaxşıdır. Anlamazlıq rütbəsi ki, rütbələrin ən alçağıdır, insanı hər bir nemətdən məhrum etsə də, o elmdən yaxşıdır ki, o hünər sahiblərinin padşahlara yaxınlaşmasına və rütbəyə çatmasına səbəb olur. Zahid dedi: Ey Rind, indi ki xətti öyrənmək xoşuna gəlmir, onu rədd etmək üçün bəhanə axtarırsan, heç olmasa mənim nəsiyyətimə qəbul et. Padşahlara xidmətin qanun və qaydalarını öyrən. Çünki padşah yanında xidmət etməklə xoşbəxtlik qazanılır. Bu isə mülkün və səltənətin təməl daşıdır. Əgər ədəbin kamil olması səni padşahlara yaxınlaşdırsa, ümid var ki, hər iki dünyada muradına yetəsən. Dünya neməti sevincini padşahların iltifatından, axirət mal dövlətini isə günahsız adamlara kömək etməklə taparsan. Rind dedi: Ey Zahid, madam ki, məxluqatın yaradılmasından qərəz xaliqə ibadət etməkdir, məxluqun məxluqa ibadət etməsi layiq deyil. Bir insanın başqa bir insandan yüksəkliyini göstərən şərt Allahı tanımaqdır. Bu yüksəklik, dilənçilik və yaxud padşahlıq rütbəsindən asılı deyildi. Onu bil ki, padşahların xidmətçiləri həmişə məhsun və sultanlara yaxın olanlar daima məğbundular. Əgər şahın yanında hörmətləri var, ədəb qayda qanunlarını yerinə yetirməkdə əzab çəkirlər. Əgər hörmətləri yoxdursa, qəzəbdən qorxurlar. Bu sənətə rəğbət bəsləməyi dünyapərəst adamlarda axtar. Bu nəsiyyəti irfan rütbəsi axtaranlara demə. Padşahların xidmətində məqam tutmaq üçün ömür mətayini sərf edən adamın görəsən qiyamət günü üzrü nə olacaq? O öz məbuduna tərəf necə baxacaq? Zahid dedi: Ey Rind, indi ki şahlara xidmətdə tənbəl, sultanlara yaxın olmağın ləzzətindən qəfilsən, onda əkinçilik kimyasından faydalan ki, əkinçilik savab mənzilinin yoludur. Kim tarlaya bir toxum salsa, o hər dünya evini abad eləmiş olar. Get, əkinçiliklə məşğul ol ki, onun mənfəəti ümumidir. Həm sənin üçün kifayətdir, həm bütün heyvanlar və quşlar üçün. O işdə ki, onun səmərəsindən həm özünə, həm özgəsinə mənfəət yetər, qüsur göstərmə. Rind dedi: Ey Zahid, əkinçilik mənfəət ümidi ilə bir xəsarətdir. Bu bir zəhmətdir ki, rahətli arzusu ilə çəkilir. Gərək həmişə toxum əkəsən, sonra müntəzir olasan ki, nə zaman hasil olacaq. Bu isə ömrün azalmasını tələb etmək,
ölümün yetməsinə tələsmək deməkdir. Bu mətləbin də həqiqəti məlumdur və irfan əhli tərəfindən pislənmişdir. Kim ki əkin əkdi, ola qulluq elədi, o intizardadır, məhsulun arzusunu çəkməkdədir. O adam ki ömrünün tez keçməsini istəyir, o ağılsız və qafildir. Zahid dedi: Ey Rind, əgər əkin işi sənə çətin gəlir və bu sənətlə işləməyi səmərəsiz sayırsan, onda ticarəti intixab et. Arzu gülünü ol gülşəndən dər. Çünki həm güzaran, həm də xalqın ehtiyacını rəf etmək yoludur. Xalqın ehtiyacı öldürücü bir xəstəlikdir. O naxoşluq Allahın mərhəməti ilə sağalar. Allahın feyzi güya tacirin səyidir. Xalqın ehtiyaclarını o rəf edir. Rind dedi: Ey Zahid, ticarət mənfəət etmək üçün bir sevdadır və mənfəət əldə etmək üçün xalqı möhtac etməkdir. Əvvəl bir malı gərək alasan, sonra qiymətin bahalaşmasına müntəzir olasan. Bu da nemət əldə etmək üçün xalqın nemətlərə olan ehtiyacının çoxalmasını arzu etməkdən ibarətdir. Yəni, özünün mənfəətini xalqın ziyanında axtarmalısan. Bu mürvətdən uzaqdır və mərifət əhlinin yanında pis iş hesab olunur. Alverçi öz məişəti üçün istəyir ki, malı həmişə ucuz alsın, baha satsın. Onun məqsədi həmişə öz mənfəəti üçün xalqı aldatmaq olduğundan çox zəhmət çəkir və az rahatlıq görür. Zahid dedi: Ey Rind, madam ki ticarət yolu ilə getmək və bu sərmayədən faydalanmaq istəmirsən, onda fərasət şamını yandır. Bazar əhlinin sənətlərindən birini öyrən ki, sənət minnətsiz ruziyə və ya yaxşı yaşamağa səbəb olur. Peşəkara bu feyz bəsdir ki, öz kasıbçılığı ilə keçinir, həm də özgələr onun işindən faydalanırlar. Ey peşəkar, halal ruzi üçün xalqın minnətini çəkməkdən azadsan. Özünə zəhmət verib çörək yeyirsən, afərin, ilanı öldürüb xəzinə əldə edirsən. Rind dedi: Ey Zahid, sənətkarlıq müəyyən olunmuş ruzi yolunda əzab çəkməkdir. Qəflətdə nəfsin ibadətidir. Yəni, dolanmaq vəsaitini ələ gətirmək fikrində olub, kəmal kəsb etməyə imkan tapmamaq və ruzi tələbini nəfsin kəmalı hesab etmək deməkdir. Onu bil ki, sənətkar gündüz gecəyə qədər güzaran üçün əziyyət çəkir və gecə gündüzə qədər çəkdiyi zəhmətin yorğunluğu ilə yatır. Bir nazənin ömür ki, yalnız yemək və yatmağa sərf olacaq, lüzumsuzdur və belə bir alçaq mərtəbəyə qənaət etmək cəhalətdir. Peşə öyrənmək üçün həyat sərf edən adam rahatlığı ancaq yuxuda görər. Belə adam ömründən nə istifadə edə bilər ki, daima yaşamaq üçün əzab çəkmək və əzab çəkmək üçün yaşamaq istəyir. Zahid dedi: Ey Rind, belə ki, sən mənimlə müxalifətə başlamısan və cürbəcür bəhanələr gətirirsən. Qorxuram ki, elm və sənətdən bir bəhrə aparmayasan. Mərifət ağacından bir meyvə yeməyəsən və sənin himmətatın İqbal çəmənliyində, ədəb kəsbində yoldaşlarından geri qalsın. Cəhalət şehi mərifət zövqü hərarətini sənin qəlbinin manqalında söndürsün. Cəhalət eybini hünər sayasan, bilməməyi yaxşı biləsən. Əgər adam öz cəhlinə etiraf etsə, eyib deyil. Çünki hər alim ibtidada cahildir. Cəhli etiraf etmək də bir növ elmdir. İnsanın eybi odur ki, cəhalətindən bir xəbər qalsın. Naqis insanlara kamil demək düz olmasa da, naqis öz nöqsanını başa düşsə bir növ kamildir. Rind dedi: Ey Zahid, əgər elm və sənət öyrənməkdən məqsəd yaradıcıya mərifət yetirməkdirsə, yaradıcıya mərifət yetirmək bu cüzviyyatın töhmətindən uzaqdır. Allahı tanımaq, alim və ağıllı olmaqdan başqa bir şeydir. Allahın sözündə və işində elm və əql kör və kardır. Hansı ağıllı işin axırınca layiqincə çatdı? Hansı alim işin sonuna dək xəbərdardır? Elm bəhsinin nəticəsi ürək ağrısıdır, onu etmə. Elmin qeydinə qalmağın faydası baş ağrısıdır, qeydinə qalma. Əgər sən bu dediyin sözlərdə mənim zahiri rütbəmin artmasını istəyirsən, həqiqətdə dünyada kim nadan və elmsizdirsə, onun da neməti artıqdır.
Çünki alim dolanmaqda öz tədbirinə arxalanır, lakin cahil öz işini Allahın kərəminə bağlayır. Madam ki, Allahın kərəmi xalqın tədbirindən təsirlidir, onda xalqın özü üçün çörək tapmağa minnət çəkməsi lazım deyil. Bir ağıllı bir cahilə dedi ki, niyə? Sən mənim kimi deyilsən, qüssəsizsən. Mən bu qədər ağıl ilə yoxsul və fəqirəm. Sən isə o cəhalətinlə həmişə şadsan. Cahil dedi ki, məgər bilmirsən ki, mən möhtərəməm, sən gözdən düşmüş. Mən Allahın lütfüne təvəkkül eləyirəm, sən isə öz tədbirinə güvənirsən. Zahid dedi, ey Rind, nemətin çoxluğu Allahın inayətinə dəlalət eləyir və zindəganlığın çətinliyini təhqir əlamətidir. Ola bilməz ki, Allah cahili inayət silsiləsini alıb, bilicini gözdən salsın. Ta elmsiz cəhaləti özünə qəbul edib o vəziyyətdə də qalsın. Bilici isə elmi məhrumiyyət aləti hesab etsin və ondan bəhrələnsin. Cahilin nemətdə, alimin yoxsul olmağı ya Allahdan deyil, ya da yoxsulluq və fəna rütbəsi nemətdən yüksəkdir. Belə olmasa, elmi necə yüngül saymaq olar? Necə demək olar ki, nemət cahillərə layiqdir? Rind dedi, ey Zahid, cahilin nemətdə olması, alimin çətinlikdə yaşaması qəzəb və mehribanlıqdan deyil. Bəlkə onda Allah hikmətinin sirləri var. Hərçənd ki, məmləkətin işləri cahilin əlindədir, alimin tədbirlə öz güzəranını əldə etməsi ondan daha asandır. Əgər dünya işlərinin əsasları ağıllıların əlində olsa, onda cahil adamlar istehqaqın olmaması üzündən çətinliklə onu qəbul edər. Bu hikmət Allah mərhəmətinin ümumiliyinə dəlildir və bu da alimlərin təsəllisinə səbəbdir ki, Allahın nemətindən hamı istifadə edir. Hər kəs onun salmış olduğu süfrədən öz ruzisini yeyir. Dünya dövlətinin daima nadanlara çatması, ölkənin nizam və intizamı üçün bir hikmətdir. Alim öz ağlı ilə cahilə yaxınlaşa bilər, amma cahilin alimə yaxınlaşması zəhmətdir. Zahid dedi, ey Rind, hərçənd ömrümü tamam sənin üçün sərf etdim, zəhmət çəkib səni böyütdüm. Belə olmaya ki, mənim zəhmətim məzəmmətə səbəb ola, cəhalətin sayəsində mənim ümidlərim puça çıxa. Öyrənməmək pərdən nəsəbinin üstünü örtə, sənin cahilliyindən xəbərdar olanlar məni təqsirləndirərlər. Vay o bəndənin halına ki, adının baqi qalması üçün bir ömür zəhmət çəkə, övlad böyüdə, övladına gözəl tərbiyə əsər etməyə, atasının adını batıra, abrını apara. Rind dedi, ey Zahid, deyirsən ki, övladın cahil qalması ataya eyibdir. Tamam səhvdir və rəva görülməyən fikirdir. Onu bil ki, Allahın hikməti insanların bərabər olmasına icazə vermir. Və hər kəsin rütbəsində bir fərq qoyubdur. Övladın pis olması atanın yaxşı ad çıxarmasının mənşəyidir. Odur ki, mənim hünərsizliyim sənin adının yaxşı xatırlanması üçün kamali hünərdir. Bir alimin övladı özündən bilikli olsa, deyərlər ki, atasının elmi bu qədər deyildi. Bu qədər zəhmət çəkib təlimdən sonra ataya öz cəhalətini isbat etməkdən başqa oğlun elmindən nə fayda hasil olar? Zahid dedi, ey Rind, əgər elm təhsil etməkdə idrakının nöqsanlı olması maneədirsə, itaəti təqlid etməyə nə var? Onda nə üçün mənim arxamca gəlmirsən? Mən ibadət yolunda zəhmət çəkirəm. Nə üçün məni rəhbər tutaraq mən gedən yolu getmirsən? Əgər elm öyrənməkdə süslüyün zahiri səadət qapılarını sənin üzünə bağlayırsa, gözəl əməlin nöqsanını tamamlasın. Özünü həqiqətçilər dərəcəsinə çatdıra bilməsən də, Allahın köməyi ilə heç olmasa, təqlid edənlərdən də geri qalmazsan. Ey bu müxtəsər dairədə, dünyada, hünər və elm öyrənməyi istəməyən, madam ki, asanlıqla yaşayırsan, şükür eləməkdə bir xoruzdan əski olma. Bax ki, o necə vəqti bilir, təşəkkür etmək üçün saatı başa düşür. Onun dənini və suyunu Allah verdiyi üçün,
üzünü göyə tutub başını yerə qoyur. Rind dedi: Ey Zahid, mən sənin ardınca getməkdən utanmıram. Səni təqlid etməkdən yaxşı iş yoxdur. Amma sənin evində riyazət çəkmək vasitələrindən başqa bir şey yoxdur. Məndə isə riyazət çəkmək üçün əsla qüdrət yoxdur. Aləm xoşxallıq mətai ilə doludur. Sənin evin onlardan boşdur. Dünya şadlıq mətai ilə abaddır. Şənlik və səlamətlik şəmindən işıqlanmışdır. Sənin qüssəli evini belə ki, mən görürəm. Dünya mülkündən 100 fərsəng uzaqdır. Bunu da bil ki, insanın riyazət çəkməkdən xoşlanmaması təəccüblü deyildir. Xüsusən uşağın təbiəti ki, çətin işə və zəhmətə dözümü yoxdur. Bəşər təbiətən şadlığa, şənliyə meyildir. İnsanın riyazətdən xoşlanmaması təəccüb deyildir. Xüsusən uşaq ki, təbiəti incə olduğu üçün onun əziyyət çəkməyə heç taqəti yoxdur. Zahid dedi: Ey Rind, dünya rahatliklərinin vəsaiti yol tələsidir. Alimlər ondan ikrah olurlar. Yaxşı olar ki, Arif dünya tələsindən əlini çəksin və tərəddüd vadisindən bir güşəyə çəkilsin. Çünki Allah şənlik və qüssəni dünya əhlinin qarşısında qoyub və buyurub ki, hamı hər ikisindən bəhrələnsin və heç kəs hər ikisini görməkdən məhrum olmasın. Hər kim dünyada bir şeyə əlaqə bağlasa, axirətdə ona verilməyəcək. Pəs ağıllı adam gərək dünyada qüssəli olsun ki, axirətdə qəm çəkməsin və dünyada şadlığı buraxsın ki, axirətdə onu əldə etsin. Dünya və axirət bir-birinin ziddidir. Hər nə burada varsa, orada yoxdur. O adamların ki, dünyada rahatlikləri yoxdur, axirəti rahatliklə keçirə biləcəklər. Rind dedi: Ey Zahid, heç vaxt Allahın hikməti pis şeyin icad olmasına əsla icazə verməz. Varlıq yolu qəriblərin qarşısında tələ qurmaz. Hər nə xəlq eyləyibsə, əlbəttə ki, yaxşıdır. Nə qayda qoyubsa, o da çox yaxşıdır. Kim pis və yaxşı iş görürsə, öz təbiətindən asılıdır. Hər nə ki, yoxdan var olmuşdur, Allahın qüdrətinin məzhəri və sənətinin əsəridir. Kim desə ki, dünyanın yaradılışı pisdir, o demək istəyir ki, bundan yaxşısını yaratmaq lazımdır. Bu da ki, məhz xətadır. Zahid dedi: Ey Rind, əgər dünya işlərinin binası pis olmasaydı, haqq yolu yolçularının nəzərində məkruh görünməzdi. Dünyanın oyunlarını görmək ayıq adamların işidir. Sən hələ yuxudasan. Dünyanın eyiblərini başa düşmək qocaların işidir. Sən hələ cavansan. Səbr elə ki, dünya hadisələrinin günəşi sənin üzərinə düşsün. Sən də dünyanın yaxşı pisindən baş çıxarasan. Həq əhli bəla və qüssə tələsinə düşübdür. Dünya bəla və qüssələrin mənzilidir. Bu xarab dünyanın zülm və vəfasızlığını şərh etməyə ehtiyac yoxdur, çünki bu aləmdə məşhurdur. Rind: Ey Zahid, həqiqət əhlinin dünyanı pis qələmə verməkləri onun yaxşılığına işarədir. Onu məzəmmət edənlər dünyanın sevimli, istəkli olmasını söyləmək istəyirlər. Hər kəs ki, onun ləzzətlərini anladı, itaət yolundan üz çevirdi və dünya ilə məşğul olmaqdan başqa bir yerə çata bilmədi, vücudun qayəsini ondan başqa bir şeydə görmədi. Kamil insanlar ki, dünyadan məhəbbətlərini kəsiblər və ağıllarını nəfslərinə üstün tutublar, onun pisliyinə görə deyil. Bil ki, dünya kamil yaradanın asarının məzhəridir. Dünya ariflər üçün rəhbər, cahillər üçün yol kəsən bir səddir. Xoş o adamın halına ki, dünyanı əldə edə, ona bağlanmaya, dünyanı çətin əldə edib asan buraxa. Dünya o adam üçün pisdir ki, ona əlaqə bağlaya və həmişəlik olmasını istəyə. O kəs xoşdur ki, dünyanın varlığını yox kimi, yoxluğunu isə var kimi bilə. Zahid dedi: Ey Rind, dünya rahatlığının vəsaitini əldə etməyi toplamaq deyil, dağıtmaq bil. Mal toplamağı rahatlik bilmə ki, o özü narahatlıqdır. Hər kəs öz müşkül işini qurtarmağı asudəçilik hesab etsə,
həmişə zəhmətə düçar olar. Çünki nemətlər çoxdur və onların hamısını əldə etməkdə çətindir. Xoş o adamın halına ki, xatircəmliyi mal toplamaqda axtarmasın, mahal bir arzu ilə pərişan söz danışmasın. Tamahkar adamlar dünya malını axtarırlar. Onlar elə ümid edirlər ki, bu toplamaqda rahatlik vardır. Bundan xəbərsizdirlər ki, həmişə mövcud olmayan rahatlik arzusu özü bir zəhmətdir. Rind dedi, ey zahid, hər kəs yüksək idrakın və arifpəsənd təbiətin köməyinə dünya məhəbbətini rahatlik hesab etsə, mümkün deyil ki, o adam dünyanı əziyyət və zəhmətlər yeri bilsin. Cahillər möhnəti yoxsulluqda rahəti varda bilirlər. Buna görə özlərini gah rahətdə, gah da zəhmətdə sayırlar. Rahətliyi yoxsulluqda bilən dərd əhli isə büsbütün rahətlikdədir, əziyyətin adını da bilmir. Zahid dedi, ey Rind, sən ki, yoxsulluğun dərəcə və rütbəsini bilirsən, nə üçün hikmət atını varlıq zindanından azad etmirsən? Əgər qafillər yoxsulluğu pisləsələr, üzürlüdülər. Amma sən ki, yoxsulluğun ləzzətini bilirsən, səndən uzaq görünür ki, öz nəfsini tərbiyə edib ona əzab verməyə çalışasan və nemət qədəhindən qəflət şərabı içməyəsən. Allah ki, bir gün səni yoxdan var elədi, bundan məqsədi sənin riyazət və ibadətin idi. İndi sən asüdəlik xəyalındasan. Ayıq ol ki, onun göstərdiyi yolun əksinə getməyəsən. Rind dedi, ey zahid, Allah kamil, tədbirli və adil bir həkimdir. Hər iş üçün bir yer təyin edib və hər yer üçün də bir iş buyurubdur. Cavanlara qocalar işi görmək qanuna ziddir. Qocalara cavanların xasiyyətində olmaq yaxşı deyildir. Riyazəti təbiətən həddi buluğa çatmışlara buyurublar və ibadət zəhmətini çəkmək qapılarını onlara açıblar, nəinki bizə. Çünki biz surət bostanının yenicə göyərmiş səbzələriyik və heyrət çölündə hələ avara gəzən adamlarıq. Allah hökmünün əksinə danışma və riyazət yolunu məndən soruşma. İndi ki, məndə zahiri kamal yoxdur, mənə zöhd yolu ilə getmək yaxşı deyil. Sən ki, özünü ağıllı hesab edirsən, cəfaya dözmək sənin vəzifəndir, mənim vəzifəm deyil. Zahid dedi, ey Rind, insan istər-istəməz zəhmətin zəhərini dadmalı və riyazət yükünü çəkməlidir. Belə isə yaxşısı budur ki, bugün qüssə çəkməyi intixab edib, axırı olmayan şadlığı boşlayasan. Dünya əziyyətlərinə elə adət edəsən ki, əgər qəflətən bir rahətliyə çatsan da ona nifrət bəsləyəsən. Özünü zülmə elə öyrət ki, əgər birisi sənə lütf eyləsə, zülm biləsən. Hər kim qüssədən fərəh, əziyyətdən rahətlik duymursa, onun rahətliyi əziyyətə və şadlığı qüssəyə çevrilir. Rind dedi, ey zahid, hər kəs dünya ləzzətini görməsə, ondan əl çəkməyi asandır. Məhrumiyyətin adına himmət qoyub, sərvəti olmadığından yoxsulluğu bəyənmək hünər deyil. Hünər dünyanı əldə etmək və tərk etməkdədir. Nəinki onu tənbəllikdən axtarmamaqdadır. Kimə ki, dünyanı ələ gətirmək çətindir, çarəsiz olaraq fəna və yoxsulluq yoluna üz çevirər. Belə adamın tərifini hökm divanında nə cür yazmaq olar? Dünya mı onu tərk edib, yaxud o dünyanı tərk edib? Zahid dedi, ey Rind, indiki hər ikimiz Allah məxluquyuq, birlikdə də möhnət və əziyyət tələsinə düşmüşük, niyə gərək tək mən zəhmət çəkəm, sən isə əylənəsən? İki nəfər əgər qürbətdə bir yerdə yaşasa, gərək bir-birinə həvəslə kömək edələr. Bu zülm olar ki, biri asudə otura, əziyyət o birisinin öhdəsinə düşə. Rind dedi, ey zahid, cəhalətimi etiraf məni bəladan qurtarıbdır. Ağıl iddiası isə səni bəlaya düçar edibdir. Dünyanı etibarsız hesab etmək məni fikirdən qurtarıbdır. Sən isə bu mənanın xilafına olduğun üçün ürəyinə tərəddüd dağı vurulubdur.
Nə qədər ki, uşaq yetkinləşməyib, həmişə rahat və şən olacaqdır. Elə ki, dünyada ağıldan dəm vurdu, bir ləhsə də fikirdən asudə olmayacaqdır. Dünyanın qüssəsini çəkmək böyük bir bəladır. Axirəti düşünmək çətin və dərdli bir əzabdır. Bunların hər ikisi ağlın özünə güvənməsinin nəticəsidir. Dəli ilə uşaq ikisindən də azaddır. Zahid dedi: Ey Rind, tutaq ki, mən ağıl qeydi ilə gərək əzab çəkəm və sən cəhalətinə keyf edəsən. Bəs niyə mən gərək sənin eyş, işrət vəsaitini düzəldəm, sənin ehtiyacın olan şeylərin ödənilməsi niyə mənim üzərimə düşsün? Ey oğul, əziz ömrüm sənin varlığın yolunda sərf oldu. Ömrümün yarısı da səni tərbiyə etmək yolunda tələf oldu. Tamam vücudum sənə sərf olundu, səndən mənə nə fayda? Dür sədəfə əvəzində nə verər? Rind dedi: Ey Zahid, mənə açıq zülm etmisən, indi onu lütf hesab edirsən. Məni təhqir etmisən, əvəzində mərhəmət umursan. Dünya bəla yeridir, müsibət və zəhmət məhəllidir. Mən sənin üzündən bu tələyə düşmüşəm. Lazımdır ki, onun mükafatını verim. Bir ata oğluna məhəbbətlə dedi: Sənin yoxdan vücuda gəlməyinin vasitəsi mənəm. Oğlu dedi: Dünyada qüssə və əziyyətdən başqa şey yoxdur. Çox da öyünmə ki, əziyyət və qüssəmə səbəb olmusan. Bil ki, ata oğlunun əziyyət dünyasına gəlməsi üçün bələdçidir və oğul da atanın axirət işləri yolunda çəkilmiş səddir. Ey ata, sən məni dünyada qəm-qüssəyə əsir etdin. Mən də sənin Allaha itaət etməyinə mane oldum. Dünya mükafat evidir. Razı ol, incimə. Yaxşılıq istəyirsən, yaxşılıq et. Pislik edibsənsə, onda pislik gözlə. Zahid dedi: Ey Rind, sənin sözlərindən belə məlum olur və hərəkətindən belə anlaşılır ki, zəhmətsiz mal toplamaq arzusundasan. Sənin bu arzun da ənqa quşu kimidir ki, adı vardır, özü yoxdur. Könlündən şadlıq keçir, əziyyət çəkməsən, bu təmənna da kimya kimidir. Dünya bir iş yeridir. Hər kəs bir işlə məşğuldur. Sənin ki, ey tənbəl, bir işin yoxdur, get ki, əlbəttə, bazar oğrususan. Rind dedi: Ey Zahid, tədbirsiz yaşamaq mən qafilə aid deyildir. Bu rahətliyin feyzi tamam heyvanlara da şamildir. Bütün vəhşi heyvanlar ruzi yeyirlər və öz tədarük və tədbirlərindən minnət çəkmirlər. İnsan ki, yaşamaq və məişət üçün heyrandır, əlbəttə heyvandan da əskikdir. Əgər deyirsən ki, işsizlərin məişət küçəsinə yolları düşə bilməz, Allaha təvəkkül et ki, təvəkkül pis iş deyildir. Onlar ki, öz ruzilərini tədbirə bağlayırlar, bihudə bir işdir ki, görürlər. Aya heyvanlar, quşlar dağ və səhralarda gündüz yeyəcəkləri üçün gecə nə tədbir görürlər? Zahid dedi: Ey Rind, hərçənd sənin yaşamağın mənim ruhumun şəmini işıqlandırır, amma səni yaşatmaq odu canımı yandırır. Çünki nəsihət eşitmək istedadın var və mətləbi başa düşməyi də bacarırsan. Amma nə mənim kimi riyazət çəkməyə qatlaşırsan, nə də özgələr kimi dünya nemətlərindən dadmağı bacarırsan. Yoxsulluğa əgər razı olasan, tabın yoxdur. Nemətlərə meyl göstərsən, vəsilən yoxdur. Sövməyinin zahid olmaq istəsən, yoxsulluğa dözə bilməlisən. Xərabatın rindi olmaq istəsən, xalis şərabın yoxdur. Rind dedi: Ey Zahid, mübaliğəni həddindən aşırdın, münaqişəni ifrata çatdırdın. Nə vaxta qədər mən səndən rahatlıq vəsaiti istəyəcəm, sən isə əziyyət və zəhmət yolu göstərəcəksən. Mən keyf və eyişdən danışıram, sən məşəqqət qapısı açırsan. Bəhanə gətirmə. Nemət vəsilələrini hazırla ki, fürsət qənimətdir, təxirə salmaq zərərdir. Ayıq ol ki, nazənin ömür keçir. Bax, necə də qüssəli və kədərli keçir. Ömrümdə eyş işrət görməmişəm. 100 heyf bu ömrə ki, belə keçir. Zahid dedi: Ey Rind, o cür ki, özün görmüsən və dəfələrlə də məndən eşitmisən, mənim evimdə riyazət vəsitələrindən başqa bir şey yoxdur. Sən də ona rəğbət etmirsən. Bundan sonra istədiklərini özgə bir yerdə axtar və ürəyindəkiləri başqasına de.
Mənim evimin əşyasından xəbərdarsan. Əgər bəlaya meylin var, buyur bismillah. Əgər rahatlı istəyirsən, özgə qapını döy. Rahat və bəla üçün sənə yol göstərmişəm. Rind dedi, ey Zahid, nə qədər ki, mənim zəhmət növbətim yetişməyib, mən məişət zəhməti çəkənə qədər o ruzu ki, sənin öhdənə düşübdür, mənə yetir, hələlik sənin boynuna düşən güzəranımı mürəttəb çatdır. Mənə lazım olan şeyləri hazırlamaq sənin öhdəndə olduqca, mənə güzaran fikir etmək lazım deyil. Hər kəs bir muzdura əmək haqqı verə ki, onun üçün səylə işləsin. Tədbirsiz adamdır. Əgər yanılıb, axmaqlar yolu tuta. Muzdurun rahatlığını nəzərə alıb, öz işini özü görə. Zahid dedi, ey Rind, mənə hansı əmək haqqını vermisən ki, dolanma xərcini mənim boynuma salmısan? O gündən ki, sən yoxluqdan varlıq dairəsinə qədəm qoymusan, məndən hər cür yaxşılıq görmüsən, mən səndən zülm əziyyətdən başqa bir şey görməmişəm. Rind dedi, ey Zahid, sən dəfələrlə nəsihət yolu dedin və moizə gövhərini bu qayda ilə deşdin ki, dünya hər bir şadlıq qarşısında 1000 cürə qüssə verər, hər bal müqabilində 1000 zəhər qoyar. Bil ki, evlənmək ləzzəti bir baldır və onun zəhəri övladın əziyyətidir. Təzə gəlin ilə ixtilat şadlıqdır, onun müqabilində ev-eşik qayğısı bir qüssədir. Ey nikahə, evlənməyə və əyal sahibi olmağa könül verən, ehtiyat elə ki, ayağını möhnət dələsinə qoyursan. Hər kim o balı dadsa, bu zəhəri də dadmalıdır, başqa çarəsi yoxdur. O şadlığı görən bu qüssədən uzaq deyil. Sən mənim anamla evlənəndə, mənim xərcimi ödəməyi mülahizə etmədinsə, demək uzaq görən adam deyilmişsən. Əgər bu mülahizəni etmisənsə, bəhanə gətirmək insaf deyil. Bir kişi ki, qadınla yatmaqdan şaddır, elə kişi azad deyil, qiyamətə qədər əsirdir. Həqiqətdə o təkcə arvad əsiri deyil. O nə qədər sağdır, övlad qüssəsi çəkmək əsiridir. Zahid dedi, ey Rind, evlənmək feyzi ki, dünyanın nizam və intizamına səbəbdir, onu müsibət adlandırma. Evlənməyin şərəfi ki, Bəni Adəm nəslinin törəməsi üçündür, onu insanın əziyyətinə səbəb bilmə. Onu bil ki, gözəl qızla evlənmək və pak əxlaqlı qızlara şəriət qanunu ilə yaxınlaşmaq iki dünyanın saadətini qazanmaqdır. Ürəyin və canın rahatliyidir. Həm insan nəsli onlardan törüyür, həm də onların qayğısına qalmaqla ev-eşik sahibi olursan. Bu, həm nəfsi pis işdən hifz edir, həm də iş görmək üçün insanın qeyrətini hərəkətə gətirir. Qadın nədir? Kişinin məişət fikrinin ustadı. Hər kimin arvadı yoxdur, dünya işində tənbəldir. Evli olmayan kişi hünərsiz olar. Hər kim evlidir, hər bir sənətdə kamildir. Rind dedi, ey Zahid, qadınlara məhəbbət etməkdə yanlış düşünmüsən. Evlənməyə rəğbət etməkdə də səhv etmisən. Bil ki, arvada yaxınlaşmaq dərmansız bir dərddir və o dərdi həkimlərə söyləmək həyasızlıqdır. Əgər gözəl olsalar, onları saxlamaq bir bəladır. Əgər çirkin olsalar, onlarla yaşamaq dərdli bir əzabdır. Onlarla yaşamaq insanın səhhətini pozar. Onları boşamaq isə xalqın məzəmmətinə səbəb olar. Arvad sevən kişi düşmən bəsləyən bir səfehdir. Çünki arvad həmişə ərinin ölməsini və özünün sağ qalmasını istəyir. Əgər arvad özünün ömrünün uzanmağına dua etsə, öz duasında ərinə nifrin etmiş olar. Əgər arvadın ölümü üçün bir kişi kədərlənsə, ona de ki, öl. Çünki o düşmənin ölümünə qəmgin olmuşdur. Zahid dedi, ey Rind, atası ölən oğul atasızlıqdan ölmür. Ha belə, anası ölən oğul da o saat ölmür. Tutarım ki, mən də öldüm və səni hadisələr cəfasının əlinə tapşırdım. Onda sən mənim acizliyimə rəhm elə və məişətini özün təmin et. O kimsə ki, övladın ruzisini atanın məhəbbətindən asıl edibdir, o övladın üzünə döşdən ruzi qapısını açıbdır. Əgər uşaq öz ata-anasından uzaq düşsə, əlbəttə ki, Allah ata-anadan başqa ona bir vasitə düzəldəcəkdir. Rind dedi, ey Zahid,
Səndən ehsan tələb etməkdən məqsəd sənə əziyyət vermək deyil, bəlkə sənin dərəcəni yüksəltmək üçündür. Çünki sən Allahın rizasını qazanmaq və dünyanın ləzzətini tərk etmək istəyirsən. Bunun hər ikisi atanın öz övladına pərəstar olması ilə olar. İndi ki sən bu dövləti özünə şərafət bilmirsən və mənim fikirlərimi küdurət hesab edirsən, vacibdir ki, küdurət tozunu sənin səfa səhifəndən siləm və səndən uzaq gəzəm ki, sən qəmdən qurtarasan, mən də minnətdən. Əgər sənin köməyin əziyyətə səbəb olursa, bir dost səndən inciyib narazı qalırsa, tez onun dostluğunu tərk et. Qoyma o sənin dostluğundan bizar olsun. Zahid dedi: Ey Rind, mənə qəribə bir hadisə üz verib və qabağıma təəccüblü bir təhlükə çıxıb. Sənin xahişlərinin çoxluğundan nə istəyini yerinə yetirə bilirəm, nə də səni çox sevdiyimdən səndən ayrıla bilirəm. Arzu qapısını sənin üzünə açmaq çətindir. Naümid olub səfərə göndərmək də çətindir. Heç kəs bundan çətin bir hadisə görməmişdir. Səninlə olmaq da çətindir, olmamaq da çətindir. Rind dedi: Ey Zahid, bu ayrılıqda və səfər əzmində 2 mənfəət nəzərdə tuturam. Əvvəla budur ki, sən məndən əlaqəni kəssən, tamam vaxtını ibadətə sərf edəcəksən. Bu, sənin Allaha yaxınlaşmağına səbəb olar. İkincisi budur ki, mən də sənin məhəbbətinə arxalanmaram. Qürbət çətinliklərinin zəhərini dadaram. Mümkündür ki, təbiətimin harın atı ədəb təliminə ram olub, tənbəl könlüm elmləri öyrənmək üçün həvəsə gələ. Bu, mənə dövlətə çatmaq sərmayəsi ola bilər. Ta nəfs qürbət tələsinin əsiri olmasa, zəhmət və əziyyətdən inciməsə, onun güzaran üçün bir elm və sənət axtarmaması təəccüblü deyildir. Zahid dedi: Ey Rind, madam ki, getmək bayrağını qaldırmısan və səfər etməyə qərar almısan, ehtiyat elə ki, qürbətdə qarşına çox bəlalar çıxar. Kimsəsizlik vadisində saysız əziyyətlər üz verə bilər. Hər addımda bir lotu sadədil adamları ovlamaq üçün bir hiylə toru qurub, hər tərəfdə bir əyyar xəbərsizləri aldatmaq üçün yalan dəstgahı açıbdır. Məbadə səni hiylə ilə tələyə salalar və aldanıb məni bədnam edəsən. İblis həmişə hiyləgərlər surətində hər yolun ağzında 100 tələ qurubdur. Kim ehtiyat ilə qədəm atmasa, əlbəttə hər qədəmdə tələyə düşəcəkdir. Rind dedi: Ey Zahid, mənə səfərin tədbirlərini öyrət və qürbətdə necə davranmalı olduğumu söylə. Göstər ki, hansı adamlardan uzaq olum, hansılardan ehtiyat edeyim. Bildir ki, qürbət müsibətləri nədir? Kimlə həmsöhbət və yoldaş olmaq məsləhətdir? Səfər görməmiş bir kəs ki, qürbətdə hər bir diyarın tamaşasına həvəs edər. Əgər yolda bir səmimi yoldaşı olmasa, dünya görmüşlərin nəsihətləri ona yoldaşlığa kifayət edər. Zahid dedi: Ey Rind, bil ki, insana həyatda 4 xətər rast gələ bilər. 4 xətərli halət üz verə bilər. Əvvəl uşaqlıq dövrüdür. Uşaq gücsüzlüyü üzündən öz mənfəətini axtarmaqda və zərərini dəf etməkdə acizdir. Ağılsız qadınlar onun haqqında çoxlu məsləhətə zidd tədbirlərə əl atırlar və ləyaqətsiz mürəbbilər onun tərbiyəsi üçün nadürüst fikirlərlə üzünə cürbəcür zərər qapıları açırlar. Ey qoca, yeniyetmə uşaqdan qafil olma ki, o yazığın başının qəzası çox çətindir. Demək ki, onun dayədən əmdiyi süddür. Cahil qadınların əlindən qan içir. İkincisi, gözəllik dövrüdür. Əxlaqsız və hiləgər lotular, pis niyyət sahibləri düzə oxşayan yalanlarla ona hilələr gələrlər. Dostluq adı ilə ona nə kimi düşmənçiliklər edərlər. Ay üzlü gözəllərin surətlərinin dövrəsində bir xət var ki, onları bəd nəzərdən iraq saxlasın. Üçüncüsü, cavanlıq qüruru zamanıdır. Dilrüba gözəllərə və aldadıcı işvələrə eşq getirməklə hər hansı bir sərv rəftarın cilvəsinə, biqərar və qaniçən qəmzəsinə giriftar olar. Ey könül, səlamətlikdən ayrı düşüb, dilruba gözəllərin eşqinə mübtəla oldun. Səni mən gözdən qoruyum, yoxsa zülfdən? Sənlə nə edim ki, 100 bəlaya düşdün?
Dördüncüsü qocalıq dövrüdür. Bu zaman qüvvələr zəifləyir, dünya əndişəsi qüvvətlənir. Cahillərin əlindən qoca nə kimi cəfalar çəkər və həsrət qədəhindən nə qədər zəhərlər içər. İnsan cavanlıqda cahil, qocalıqda ağıllı olar. Qocalaq zəiflik fəslidir. Cavanlıq güclülük vaxtıdır. Zəiflik həmişə ağılla, qüvvət isə cahilliklə olduğuna görə, cavanlardan qocalara əziyyət yetməsi uzaq deyil. Rind dedi: Ey Zahid! Hikmətdən dediyin kimi insanın üzünə 4 xətər qapısı açılmışdır. Bil ki, hər xətərdə bir nemət də qoyulmuşdur ki, bu nemətlər yaraya məlhəm və möhnətə əvəz ola bilər. Uşaqlığın acizliyi dövründə hər iki dünyada asudəlik var. Gözəllik dövrünün bir cazibəsi vardır ki, insanı taytuşdan fərqləndirər. Cavanlıq qüruru vaxtında rahətliyə çatdıran məhəbbət nəşəsi var. Qocalıq zəifliyində isə cəmaət içərisində qocaya ehtiram var. Əvvəldən axıra bizim təbiətimiz 4 fəslində Allah hər əziyyətə müqabil bir nemət verib. Acizliyə asudəlik, gözəlliyə cazibə, eşqə məhəbbət zövqü, qocalığa vüqar. İndi də görüm mən bu 4 xətərdən hansına çatmışam ki, onun nemətindən məhrum qalmayım. Ey əhli nəzər, öz vücudumdan qafiləm, öz varlığımdan xəbərim heç yoxdur. Mənə göstər ki, dünyada kiməm, mənim vücuduma nədən xeyir və nədən şər gələr. Zahid dedi: Ey Rind! Sən 1-ci xətərdən keçmisən, 2-ci xətərə yetmisən. Gözəllik rəqəmi üzünün səhifəsində çəkilmişdir. Əgər bir kölgə sənin dalınca gəlsə, ondan uzaq olmağın lazımdır. Əgər aynadakı əksin sənə baxsa, gərək ondan acığın gəlsin. Ta ki məclisdə meydan qızışdıran olmayasan. Rindlərin söhbətindən uzaqlaşasan ki, dostların sinəsi düşmənlərinin məzəmmətinə hədəf olmasın. Sənin rəftarın da dost və qardaşlarını utandırmasın. Gözəllik bir xəzinədir ki, ismət və iffət onun hasarıdır. Qeyrət o hasarın qarşısında oğrudan qorunmaq üçün qara oldu. Ədəb əhli odur ki, həmişə oğrunun qorxusundan hasarı qorumaq üçün qara ol saxlasın. Rind dedi: Ey Zahid! Çətin bir məsələ dedin, müşkül bir yol göstərdin. Gözəllik dövrü, zehin və fərasət qapılarını insanın üzünə açır və gözəllik dövranı nəfs və istəyin möhkəmlənməsinə müqəddimədir. O zaman hər kəmal sahibi adama rəğbət bəslər. O da onlarda nə görsə əxs eylər. Aydındır ki, xoştəb adamlar, sahib məzaq kamillər cəmala müştaq olurlar. Əgər göyçə üzlü cavanlar və pəritələt gözəllər, cahillərin tənəsindən və pis yola düşməkdən qorxaraq xoştəb adamlara yaxınlaşmasalar və kamil adamlar onlara tərbiyə verməsələr, yəqindir ki, gözəllik dövrü keçdikdən sonra nə bunların kəmal əxs etməyə istedadları olar, nə də onların qeyluqal həvəsləri. Bununla da mərifət gözəlinin üzü təqlid pərdəsi ilə örtülər və heç kim, heç kəsə elm və ədəbdən fayda yetirə bilməz. Nə qədər ki, gözəlliyinə görə məqbulsan, kəmal sahiblərindən yaxşı xasiyyətlər öyrən. Elə tədbir elə ki, sənin gözəlliyin gün-gündən azaldıqca kəmalın artsın. Zahid dedi: Ey Rind! Buna görədir ki, İrfan mərtəbəsinə 1000-dən bir adam çatır. Mərifət sahibləri nadir tapılır. Əgər dünyada bədnəzər, əxlaqsız adamlar bu tələni sevgililərin yolunda qurmasaydılar, bixəbər cahillər pak aşiqlərə bu töhməti vurmasaydılar, doğrudan da təmiz aşiqlərlə yoldaşlıq, niyaz sahibi ariflərlə yaxınlıq, oğulları ataların ehtiyacından qurtarar və hamını onlar mürvətlərinə görə özlərinə ata hesab edərdilər. O ayrılıq ki, məşuq ilə aşiq arasındadır, fasiqlərin pis əməllərinin qorxusundandır. Yoxsa hüsn eşqdən ayrılmaz. İki müvafiqin arasında ayrılıq layiq deyil. Rind dedi: Ey Zahid! Bil ki, gözəllik pakdır və natəmiz adamların sataşmasından uzaqdır. Gözəllik bir aynadır ki, hamını göstərir. İstər düz adamlar, istər əyri adamlar öz simalarını onda görərlər.
Kim öz gözəlliyini saxlamağı bacarmasa, belə şərt var ki, onun gözəlliyi davam etməz. Pak gözəllik, pak da eşq istəyir. Hər cins öz həmcinsinə meyl edər. Əgər paksan, ey hərif, zat-ı xəbis və nadürüst adamların ixtilatından qorxun yoxdur. Natəmiz həriflər də adam tanıyandılar. Səni pak gördükdə pis gözlə baxmazlar. Zahid dedi, ey Rind, madam ki, sənin idrak qüvvən pak ilə napak arasında fərq qoyur, yaxşı ilə pisi bir-birindən ayırır, qorunmağı sənin fərasətin nöhtəsinə qoyuram. Sənə səfərə getmə icazəsi verirəm. Kim ki, pis və yaxşıdan xəbərdar ola, lazımınca işə vaqif ola, əgər qürbətdə dostu və qəmxarı olmasa da, nə qüssəsi var? Rind dedi, ey Zahid, hərçənd müəyyən yol tutmağa və hərəkət etməyə taqətin yoxdur. Mən hələ sənət əsərlərinə bələd deyiləm və dünyanı tamaşa etməmişəm. Bir neçə qədəm şəhəri gəzmək üçün mənimlə gəl, dünya tamaşasında biraz mənə yoldaşlıq et ki, nə görsəm onun keyfiyyətini səndən öyrənim. Xoşbəxt o adamdır ki, səfər etdiyi zaman gecə-gündüz arif bir müsahibi ola. Hər nə ki sənət əsəri görsə, onların həqiqətini müfəssəl surətdə soruşa. Zahid Rindin xahişini qəbul etdi. Bir neçə qədəm onunla yoldaşlıq etməyə məsləhət gördü. Hər ikisi evdən çıxdılar. Küçə-bazara düşdülər. Rində çətin görünəni Zahiddən soruşurdu. Birdən böyük bir imarətə çatdılar. Bura böyüklərin yığıncaq yeri idi. Padşahların rütbəsindən yüksək və günahsız insanların ürəyindən təmiz bir yer idi. Sevimli məhbubə kimi bəzənmişdi. Onu sevənlərin fəryadı göyə yüksəlmişdi. Minarələrinin hədsiz işvəli qəddi müəzzini fəryada gətirmişdi. Tağlarının gözü xoş zövq abidlərin qərarını əlindən almışdı. Mehriban qaşı imamı nigaran qoymuşdu. Minbərin hörükləri xətibin ayağını zəncirləmişdi. Rind dedi, ey Zahid, bura haradır və bu şərəfli yerin adı nədir? Zahid dedi, ey Rind, bu Allahın evidir və səfalı sofilərin məbədidir. İblisin bu evə yolu yoxdur və bu evdə əyləşənlərə ondan xətər yoxdur. Məscid iblisin fitnə və şərlərindən axşam səhər xalqın əmin-amanlıq hasarıdır. O adam iblisdən və onun şərindən asudədir ki, onun yeri gecə-gündüz belə bir hasardır. Rind dedi, ey Zahid, bura ki Allahın evidir, sidq-ü səfa yeridir. Bura o atanın yeridir ki, oğlundan xəbəri yoxdur və o oğlun mənzilidir ki, atasından qorxusu yoxdur. Sən ki, hələ mənim xatirimi istəyirsən, bu evdə yurt salmağın çətindir. Mən ki, hələ sənə bağlıyam, bu evdə mənzil tutmaqdan uzağam. Bir adam ki, ev sahibini yaxşı tanımır, onun evinə necə girə bilər? Bu ev vəhdət, sidq və səfa evidir. Əlaqələrdən uzaq, Allaha yaxınlıq məkanıdır. Bizim hələ ki, fikrimiz dünya ilə məşğuldur. Bu evin arzusunda olmağa hələ ləyaqətimiz yoxdur. Zahid dedi, ey Rind, fəsad əhli ilə oturub durmaqdan və Allahsızlara yaxınlaşmaqdan qabaq bu evə gəl, bu tayfanın söhbətlərinə rəğbət et. Bəlkə bu tayfanın rəhbərliyi işığı səni cəhalət qaranlığından qurtarsın və bu cəmiyyəti təqlid etmək səni məqsəd mənzilinə yetirsin. Bir məclis ki, onda Allah feyzi saqidir, daima nəğməsi zikir, şərabı Allaha müştəqlıqdır. Mümkündürsə gir bu evə və bir qədəh iç ki, belə bir qədəhin nəşəsi həmişəlikdir. Rind dedi, ey Zahid, bura kamillərin yeridir, kəmal öyrənmək məktəbi deyil. Bu vəslə çatmışların mənzilidir, vüsal yolu deyil. Əgər burada oturanlar nicat tapmışlarsa, ayıbdır ki, mənim küdurət tozum onların səfa səhifəsinə qonsun. Əgər dünyaya ürək bağlayanlardırsa, heyfdir ki, mənim günahsız nəfəsim onların ixtilatı təsirindən günahkar olsun. Əgər bu məclisin əhli fəzil və kəmal əhlidirsə, niyə bu cəhalətlə ora gedib utanaq? Əgər hiləgər, xudpəsənd və şərir adamlardılarsa,
Nə üçün gedib onların işinə şərik olaq? Mənim məsləhətim budur ki, Allahın evindən gedim, özümə layiq iş və münasib bir mənzil axtarım. Məsciddə sövmə əhlinin yığıncağı var. Adam çox olduğundan mənə yer yoxdur. Elə ki, Rind məscidə girməyə razılıq vermədi, qoca onunla gəzməyə başladı. Tamaşa edib hər yerdən keçirdilər, söhbət edib hər tərəfi gəzirdilər. Birdən bir binaya yetişdilər ki, başı göylərə ucalmışdı. Zümzümə səsi oradan mələklərin ibadətgahına yetişirdi. Behişt bağından rəng almış bir bağça, qılmanlardan xəbər verən bir məclis idi. Sərxoşların səsləri, tərənnümləri sakitlik sevən beyni qədəh kimi dolandırır, şərab içənlərin nuş olsun səsləri əql axtaran dimağı qəflət yuxusundan oyadırdı. Saqi ləl kimi şərabı göstərirdi ki, əql cövhərinə satıram. Mütrüb pərdə götürmüşdü ki, riyanı rüsva etməyə çalışıram. Xülasə, bura dünyadan əl çəkmiş və axirətdən əl üzmüşlərin yeri idi. Rind dedi, ey Zahid, bu necə ürək açan yerdir? Eşitdiyim nə səsdir? Bunlara baxmaq mənim hoşumu başımdan apardı. Ürəyimdə başqa bir dünyaya yol açdı. Burada hamının rahatlığı və zövqü var. Elə bil ki, hamı Allahdan razıdır. Zahid dedi, ey Rind, bura şeytan evidir, üsyankarlığın sərçeşməsidir. Bu evin sakinləri Allah rəhmətindən uzaqdılar. Müxalifət etdiklərinə görə Allahın düşmənidirlər. Dünyada ağıllarının fəsadına görə məzəmmət olunurlar. Allahın hökmünə müxalifət etdiklərinə görə axirətdə də məhrumiyyətə düçar olacaqlar. Əgər Allahı tanımırlar və bu işi görürlər, Allahı tanımamaqdan pis nə var? Əgər Allahı tanıyırlar və qəsdən itaət etmirlər, onda qorxmaz üsyankarlardan da pisdirlər. Xoşbəxt o adamdır ki, onların yanına getməsin və bu pərişan dəstənin həmsöhbəti olmasın. Bu tayfa Allahın rəhmətindən uzaqdır. Allahın və xalqın feyzindən kənardadır. Allahın göstərdiyi yol ilə getmir. Ya gözlü həyasız, ya da kördür. Rind dedi, ey Zahid, bu evə şeytan yeri dedin və bu evin sakinlərini günahkar saydın. Bu nə hikmətdir ki, Allah öz qüdrəti ilə düşmənlərinin evini belə abad saxlayır. İlahi qüdrəti olduğu halda bu, mürtədlərin cəmiyyətini dağıtmır. Onlara möhlət verir ki, istədikləri kimi rahətli etsinlər və həmişə itaət şişəsinə daş atsınlar. Daima günah əməllərin hücumu ilə pəhrizkarlığın cəlalını pozsunlar. Gördüm, bir Rind Saqidən şərab istəyir. Dedim, sənin bu işin Allahın hökmünə müxalifdir. Dedi, biz hər işi Allahdan bilirik. Bizim muradımıza çatmağımız onun icazəsi deməkdir. Zahid dedi, ey Rind, özünü gözlə. Bu etiqadla yoldan çıxmayasan və asilərin əfsanəsinə aldanmayasan. Bil ki, bunların günahlarına Allahın səbri qəzəb dəlillərini möhkəmləndirmək üçündür. Allahın onları cəzalandırmaqdan əl saxlaması əzaba layiq olmalarını isbat etmək üçündür. Gözəl iş Allahın əmrinə itaət etməkdir. Pis əməl xəta yola getməkdir. Sərxoşların ki, ağlı yoxdur, pisi yaxşıdan ayıra bilmirlər. Ey pak ürəkli, sən ki zəmanə əhlindənsən. Ya güzaran üçün, ya da axirət üçün çalış. Şərab içib hər iki dünyadan qafil olmaq aydındır ki, axırda nə nəticə verə bilər. Rind dedi, ey Zahid, əgər bu tayfa ilə oturub durmusan və onların şərabını içmisənsə, deməli, öz bəd əməlini etiraf edirsən və sözlərinin etibarı yoxdur. Əgər onlarla oturmamısan, təhqiq eləməmiş adamın sözlərindən doğruluq qoxusu gəlməz. Nə dəlillə öz sözlərinin doğru olduğunu sübuta yetirə bilərsən? Bu dediklərinin öhdəsindən necə gələ bilərsən? Əgər şərab içənsən və şərabı pisləyirsən, utanmalısan ki, öz işinin eybini söyləyirsən. Əgər şərabı dadmamısan və şəraba pis deyirsən, ayıbdır ki, çiğ söz danışırsan. Zahid dedi, ey Rind,
Şərab içənlər barəsində Allahın hökmü kafi bir dəlildir və Allah əhlinin ondan ikrah etmələri sənə kafi cavabdır. Bir xəbisi ki, Allah haram edir. İmtihana nə ehtiyac? Bir cəmiyyəti ki, öz dərgahından qovur, onlarla ixtilat və onlara yaxınlaşmaq layiq deyildir. Bir halda bəşər böyük Allahın sadiq kəlamını rəhbər tutur. Biz hara, təcrübə etmək hara, haqq söz pisi və yaxşını fərqləndirir. Rind dedi: Ey Zahid, sən güman ilə Allah xalqına töhmət eləmə, xəyal ilə insaf riştəsini əldən vermə. Sən nə bilirsən ki, onların içdiyi şərab şeytanın murdar əməlindən bulanan şərabdır. Bu şərab içənlər o adamlardır ki, onların sərxoşluğundan ülvi ağıl əskilir. Bəlkə bu şərabın hər damlası cəhənnəm odunu söndürməyə səbəbdir. Və bu tayfanın oxuduğu hər nəğmə ülvi aləmin Allaha etdikləri zikirdən ibarətdir. Qədəh qaldıranların Rümuz dəryasının dibi yoxdur. Şərab içənlərin sir pərdəsinə yol yoxdur. Kim ayıqdırsa şərabın nə olduğunu bilməz. Sərxoş olduqdan sonra öz halından xəbər olmaz. Zahid dedi: Ey Rind, bu dediklərin Allah şövqü bəzmində şərab içənlərin rütbəsidir, faydasız xumarların yox. O, marif aləminin mənasını anlayanların şivəsidir. Dünya viranəsinin zahirpərəst adamlarının işi deyil. Abi həyatı zəhər adlandırma. Haqq sözə batil adı vermə ki, insanın nəfsi özünə təsəlli vermək üçün hər pisə yaxşı adı qoyar və xəta işi öz xeyrinə çevirməklə nicat müjdəsi verər. Nə özüm bu məclisə gedirəm, nə də sənə öz ixtiyarımla icazə verirəm. Mən hara, xərabat yolu hara. Bu məsləhət mübarək deyil. Əgər sən bunu arzulayırsansa, bu səninlə mənim aramda bir ayrılıqdır. Rind dedi: Ey Zahid, bu məsələdə haqq sənin tərəfindədir. Çünki meyxanəyə rəğbət etmək sənin adətinin əksinədir. Bu adətin əksinə iş görmək ən böyük müsibətdir. İndiki qeyd tozu sənin etibar aynanı tutub və təqlid zənciri getmək ayağını bağlayıbdır, səninlə bu cəmaat arasında tam bir əkslik vardır. Sən onlara nifrət etdiyin qədər onlar da səndən qaçırlar. Amma mən bu cəmiyyətin təbiətini imtihan məhəki ilə yoxlamayınca və onların üzündən şübhə pərdəsini açmayınca, mahaldır ki, təqlid xatiri üçün onların söhbətindən uzaq olam və onların məclisindən kənar gəzəm. Bir saat bir güşədə otur, istirabın əvəzinə səbr et. Ta mən içərdəkilərin halını mülahizə edim, az müddətdən sonra əhvalatı öyrənib oradan çıxım. Ey pak gövhər, mən bir səfərə mail olmuşam. Bu səfərdə ağıl sərmayəsi mənimlə yoldaşdır. Ümidvaram ki, bu səfərdən zərər çəkməyəm. Hər sərmayəni, həm də mənfəəti nəzər alam. Zahid Rindin istedadına etimad etdiyindən, həddi buluğa çatdığına, günaha mürtəkib olmayacağını nəzərə alıb, onu meyxanəyə girməsinə icazə verdi. Rind, rindlər kimi meyxanəyə qədəm qoydu. Meyxanənin yuxarı başında bir qoca gördü. Qoca meyxanəni öz vücudu ilə zinətləndirmişdi. Hər kim, hər nə istəyirdi, ondan ala bilərdi. Bu qoca camın güzgüsündən bixəbər məslərə gah kainatın əhvalından xəbər verir, gah mütrib nəğməsində dünyanın sir pərdələrini açırdı. Gözəlləri gözəlliyin həmişəlik olmamasından xəbərdar edir və aşiqlərin məhəbbətini onların ürəyinə salırdı. Saqilərə dövrün tez keçməsindən xəbər verir və sürur qədəhlərini gəzdirməyi onlara tapşırırdı. Batini aydın, ürəyi saf bir qoca, onun rəyi hər müşkülü asan edirdi. O təhqiq xəzinəsinin açarını göstərən idi. Sirlər gövhərinin xəzinəsini açan idi. Onun böyük adı eşqin zinəti idi. Ağıl ona bəndə olduğu üçün fəxr edirdi. Onun nəzəri qədəhi mərğub etmişdi. Onun himməti üzüm tənəyi kimi hər kəsi torpaqdan götürüb ləl sahib etmişdi.
Elə ki, Rindin gözü qocanın nurani üzünə düşdü, fəsih dili ilə salam verdi. Qoca məhəbbətlə salama cavab verdi. O təzə açılmış çiçəyi görəndə gül kimi açıldı və dedi: "Ey cavan, nəzərimə qərib gəlirsən. Nə istəyirsən? Hardan gəlirsən?" "Əgər yolunu itirmişsən, yol göstərməyə başlayım. Əgər bir başqa ehtiyacın var, buyur, yerinə yetirim." "Ey uşaq, bizim əqidəmizdən xəbərdar deyilsən. Güman edirəm, səhvən bura yolun düşüb. Əgər yolu səhv edibsən, budur düz yol. Əgər bizi istəyirsən, otur, bismillah." Rind dedi: "Ey qoca, mən bir müşkül işə düşmüşəm və heyrətdəyəm. Deyirlər, meyxanə şeytanın şərarətləri ilə dolu bir yerdir. Şərab isə insanın itayət evinin bünövrəsini xarab edən bir cinsdir. Kim Allaha yaxınlaşmaq istəyir, gərək bu evdən uzaqlaşsın. Kim ki itayət feyzi ilə xoşbəxt olub, bu cinsə yaxınlaşmağa nifrət etməlidir. Çox təəccüb edirəm ki, sən bu ağlınla belə məclisdə olmağa rəğbət bəsləyirsən. Bu zirəklik və kamilliklə bu cins ilə ünsiyyəti bəyənirsənmi? Meyxanə fitnə, fisq və şər məqamıdır. Mey insanın ağlının pozulmasına baisdir. Təəccüb edirəm ki, bu yaman fəsadlardan sənin kimi müdrik necə xəbərsizdir?" Qoca dedi: "Ey uşaq, o yerin sifətlərini mən nə eşitmişəm, o cinsə şəraba baş vurub dərinliyinə mən də çatmışam. Təriqət yolunu gedənlər o yeri fəsad evi adlandırır. Həqiqət fənlərinin arifləri o cinsi fəsad xamirmayəsi hesab edirlər. Allaha şükür ki, mən ora ayaq basmamışam. O cəmiyyətin tələsinə düşməmişəm. Hansı bədbəxtdir ki, gözəl ağlını və anladığı o cinslə məşğul olub əldən versin. İki dünyanın ziyankarlıq dağını özündən xəbərsizlik ateşi ilə öz ciyərinə bassın. İnsan şərəfinin kəmalı ağıldır. Ağıl Allahı tanımağın əsasıdır. Hayıfdır ki, bu ali binanın bünövrəsi şərab selindən xarabaya çevrilsin." Rind dedi: "Ey qoca, bu yer ki varındır, nə yerdir? Və camında olan bu cinsin adı nədir? Burada oturanları iki dünyadan asudə və bu cinsə mürtəkib olanları sirləri anlamaqda bacarıqlı görürəm. Şərab həmişə fitnə fəsadın mənşəyidir. Onun üçün şəriətdə haram olub. Ey Saqi, sənin qədəhin fitnələri aradan qaldırır. Şərab deyil. Bəs bu qədəhdəki nə cinsdir?" Pir dedi: "Ey uşaq, mənim mənzilim şəfa evidir. Onda dərd əhlinin dərdlərinə dərman tapılır. Bil ki, ruhun bir qorxulu xəstəliyi var, o da şeytanın vəsvəsəsidir. Vəsvəsənin də maddəsi cismani ləzzətlərin və heyvani şəhvətlərin möhkəmlənməsidir. Bu xəstəliyin əlaməti budur ki, insan bir anda dünya qəmindən asudə olmayıb. Həmişə fikirdədir. Bəziləri cənnət nemətləri, huri qılman arzusu ilə qərəzli ibadətə və yalandan itayətə məşğuldular. Bu onları həqiqətdən və həqiqəti öyrənməkdən uzaq salır. Bəziləri isə cəhcəlallarını və mal əmlakını çoxaltmaq məqsədi ilə yanlış tədbirlər və yalan fikirlərə düşürlər. Əsl məqsəddən məhrum olurlar. Allaha şükür ki, bu xəstəlikləri müəyyənləşdirmək qapıları mənim üzümə açıqdır. O xəstəlikləri müalicə etmək mənim tədbir şərbətimdədir. O əhli dərddən hansını xoşbəxtlik mənim yanıma gətirsə, onu sağaltmağa mənə tapşırsa, xarab dünyanın əlaqələrindən pəhriz verməklə faydalı şərab şərbəti ilə onun beynini və vücudunu sağaldaram. Sonra sazın ruh oxşayan səsi və gözəllərin ruh pərvər sözlərindən ona yedirərəm. Tayin ki, halı az bir müddətdə düzələr, iki dünyadan da əl götürər, dostdan, dostluqdan başqa bir şey axtarmaz. Allahın mülkündə Allah yolundan başqa bir yola getməz. Axirət işlərinin fikri cana bir dərddir. Dünyanın işləri ürəyə bir yükdür. Sərxoşluqda elə ki, ağıldan yaxanı qurtarırsan,
Xoşbəxtsən ki, həm dünyadan, həm axirətdən canını qurtarırsan. Rind dedi: Ey qoca, dərdliyə dərman müjdəsi verdin. Ürəyi yaralının yarasına məlhəm qoydun. Bunu bil ki, indiyə qədər asudəlikdən başqa bir işim yox idi və dünyanın bütün varlığını yoxluq güman edirdim. Bir neçə gündə etibar sahiblərinin nəsihəti və dünya əhlinin tənələri nəticəsində həm dünya dəğdəğəsindəyəm, həm axirət qorxusunda. Nə gündüzlər dünya fikrindən bir iş görə bilirəm, nə də gecələr axirət fikrindən asudəçiliyim vardır. Sən Allah bir çarə tap, məni bu təhlükədən qurtar. Hər kimə dedim, xəstəliyimi anlamadı, layiqincə çarə etmədi. Dünya fikri ürəyimdən rahatliyə almışdır. Axirət qorxusu məni arıqlatmışdır. Hər kəsdən bu işin çarəsini soruşdum. Onu özümdən 100 dəfə bir çarə gördüm. Qoca dedi: Ey Rind, bil ki, insan təbiəti anlamaq dərəcəsinə çatsa və insanın nəfsi dünya varlığı ilə əlaqəyə girsə, o zaman əgər bu od söndürülməsə və əksinə daha da qüvvətlənsə, onu söndürmək çətin olar. Dünya və axirət səndən təngə gələr. İndi sən gərək etibar axtaran zahidlərlə görüşməkdən çəkinəsən. Dünya sevən sərxoşlardan uzaqlaşasan. Bir sevgiliyə tamaşa etməklə dünya işlərindən rahat və bir qədər şərabın nəşəsi ilə axirət qorxusundan xəbərsiz olasan. Əgər bu xərabə dünyada meyl etməsən, axirət qüssəsi ürəyinin təbu-təvanını almasa, əzab və hesabdan təkcə sən yox, dünya əzabdan, axirət hesabdan qurtarar. Rind dedi: Ey qoca, mehriban sözlər dedin, rahətli incilərini deşdin. İndi ki, mənə nicat vədi verdin, intizarda qoyma. Saqi, elə bir şey ver ki, məndən qüssəni aparsın. Məni varlıqların qüssə qeydindən qurtarsın. Sinəmdə varlıqların məşqləri dəyişsin. Yalnız dəyişilməyən nə varsa o qalsın. Qoca onun təbiətində irfan istedadını gördükdə gül üzlü bir saqiyə işarə elədi və söylədi ki, dərdin dəfi üçün ruh cilalandıran şərbəti ver və qəmzə neştəri ilə onun kirpiklərindən qan al. Şövq dərmanından bir qədər onun şərbətinə qat. Ürəyi yatan nəğmə qidası ver ona ki, yavaş-yavaş zahirdən etiqad əlaqəsi kəsilsin, mənaya yaxınlaşsın və rabitə tellərini məcazdan qırıb həqiqətə bağlasın. Xoş onun halına ki, qüssə aparan şərabdan içir. Bir ləhsə ağıl vəsvəsəsindən ayrılır. Allaha yaxınlaşmaq özgələrdən tam ayrılmaqdır. Anla ki, ayrılıqda Allahın nəqşi vardır. Saqi, Piri Muğanın göstərişi ilə al şərabdan bir udum məhəbbət şərbəti ilə qarışdırıb, incəliklə Rindin əlinə verdi. Rind onu hərifanə dodaqlarına yaxınlaşdırdı. Elə ki, şərabın nəşəsi utanmaq pərdəsini aradan götürdü və eşq sultanı onun vücudunda zühur bayrağı qaldırdı, Rindin gözü nurani bir aləm müşahidə etdi. O, bir bağa tamaş etməyə başladı. O bağda şənlik üçün nə qaranlığın küdurətindən bir qorxu var idi, nə də hadisələrin xəzanından o bağçaya bir zərər. Oğlan təzə açılmış bir gül kimi açıldı və dedi: Ey fələk, mənə çox kin bəslədin. Üzümə məhrumiyyət qapıları açdın. Gördün ki, muradsızlıq mənə aciz etmir, axırda aciz oldun. Məni muradıma çatdırdın. Xülasə, Rindlərin söhbəti Rində o qədər yaxşı təsir etdi ki, Zahidin yanına getmək qapılarını bağladı. Zahid bildi ki, Rindin başına bir iş gəlib. Şeytan hiləsi onun yolunda tələ qurub. Atalıq hissi onu qeyrətə gətirdi və meyxanəyə getməyi onun gözündə əhəmiyyətsiz etdi. Həyəcanla meyxanəyə tərəf qaçdı və Rindi şərab içənlərin cərgəsində gördü. Zahid dedi: Ey Rind, axır şeytana aldandın, bizim abrımıza apardın. Əfsus ki, fələk məni səndən naümid etdi. O işi ki, səndən görməmişdim, gördüm. Qorxurdum ki, gedəsən, mənim yanıma qayıtmayasan. Ondan ki, qorxurdum, başıma gəldi.
Rind dedi: Ey Zahid, sən məni fasiq şərab içənlərə qoşulmağa qoymurdun. Bura pak rindlərin məclisidir. Sən mənim xəbis çaxır içməyimə mane olurdun. Bu canpərvər bir kimyadır. Bir saat otur və bu tayfanın rəftarını gör. Bəlkə düşündüyün işin tərsini görəsən və təsəvvür etdiyinin əksinə bir iş mülahizə buyurasan. Həqiqət qabıq içərisində olan məğzdir. Dostu düşməndən fərqləndirmək çətindir. Çox adam var ki, yaxşı hesab edirsən, əslində pisdir. Çox iş var ki, pis bilirsən, əslində yaxşıdır. Zahir dedi: Ey Rind, bu oyunlar şeytanın hiləsidir və nəfsani ləzzətlərin oyuncağıdır ki, pisi yaxşı təsəvvür etmisən və etdiyinə də etiqadın var. Əgər şeytan belə bir haram oyunu halal göstərməsə, ağılların öhdəsindən gələ bilməz. Bil ki, hər kəs ki pis iş görür, onu yaxşı bilir və pis işi yaxşı işdən fərqləndirə bilmir. İndi ki, sən meyxanəni ibadətgah fərz etmisən, bu elə onun şahidliyidir. İçkini hal mənşəyi təsəvvür etdiyində bu dediyimə dəlalət edir. Şeytani şərirə şərabdan 100 kömək yetişər. Çünki şərab ağıl çöhrəsinin örtüyüdür. Bədəmələ bütün pis işlər yaxşı görünmür. Əgər bilsə ki pisdir, heç vaxt onu eləməz. Rind dedi: Ey Zahid, sən meyxanəni iblis evi bilirsən, şərabı fəsad aləti sanırsan. Bu düz deyil. Şeytanın tələsi hirs və qürurdur. Bu da meyxanədə oturanlardan uzaqdır. Şeytanın fəsad aləti ikiyüzlülük və riyadır. Bunlar isə şərab içənlərin məsləkində xətadır. Əgər bu evi Allahdan xali hesab edirsən, onda Allahı hər yerdə hazır bilmirsən. Əgər Allahın burada olmağını etiraf edirsən, şeytanı kinayə ilə Allaha şəri hesab edib dilinə gətirirsən. Şeytan Allahdan həmişə qaçar. Hər yerdə ki Allah var, şeytan yoxdur. Allahı unutmasan, şeytandan qorxma. Şeytanla həmsöhbət olmaq, onu unutmaqdır. Zahid dedi: Ey Rind, madam ki Allah hər yerdə hazırdır və hamının işinə nəzarət edir, bəs nə üçün ədəbə riayət etmək bəhanəsi ilə abidlər ibadətxanası olan məscidə ayaq basmadın, amma meyxanə ki qafillərin yığınacağı da ora gəldin və fəsad sahibləri oturdun? Orada nə yeyib gördün? Burada gözəl nə eşitdin? Əgər səni iblis aldatmayıbsa, niyə məscidi qoyub meyxanəyə getdin? Bütün şərab sevənlər və qürur sərxoşları Allahı tanımaqdan qafildilər. Əgər məscid əhli faydasızdırsa, meyxanədə oturanlardan nə fayda var? Rind dedi: Ey Zahid, fikir elədim, gördüm ki, məsciddə oturanlar özlərinə məğrurdular. Meyxanədə məskid edənlər isə özlərindən xəbərsizdilər. Məsciddə oturan abidlərin ibadətə olan etimadları onları məğrur etmiş, meyxanə qafilləri öz xətalarını etiraf etməklə qəflət yuxusundan ayılmışlar. Orada həq surətində bir xəta gördüm. Burada əzab paltarında bir səbab gördüm. Etiraf edən günahkarların bağışlanmağa ümidləri var. Məğrur abidlərdə üsyan qorxusu var. Mən də üzümü qorxu mərhələsindən ümidə doğru çevirdim. Özümü yoxluq zəncirinə bağlayıb varlıq əlaqəsini üzdüm. Məscid əhli hamısı qalmaqal mübahisə əhlidir. Onların söhbətinə rəğbət göstərmək ağıla haramdır. Meyxanə əhli hamısı özlərindən xəbərsizdir. Mən o yeri xoşlayıram ki, orada heç kəs öz adını dilə gətirmir. Zahid dedi: Ey Rind, İnsanların işləri gərək ya dünya əhvali ilə uyğun olsun, ya da axirət. Şərabın keyfiyyətində həm onun, dünyanın işini unutmaq var, həm də bunu, axirəti ələ gətirməkdən məyusluq. Təəccüb edirəm ki, insan öz ağıl şərəfi ilə heyvanlardan üstün olması ilə fəxr etdiyi halda, nə üçün öz iftixar vasitəsini aradan qaldırmağa çalışır. Elə bilirəm ki, Allah şərabı haram etməsəydi, heç kəs ona rəğbət etməzdi. Yəqin ki, şərab içmək nəfsin tələblərinə tabe olmaq cəhətindəndir.
Bəlkə də Allahın hökmünə müxalif olmaq üçündür. Bir şey ki, Allah səni ondan çəkindirir, ona niyə bihudə yerə rəğbət edirsən? O səni özünə müxalif gördükdə, əlbəttə səndən razı qalmayacaqdır. Rind dedi: Ey Zahid, bilirəm ki, mey haramdır. Xüsusilə o səbəbdən mənim ona tam rəğbətim vardır. Ona görə ki, zalım nəfsdir ki, məni bəla toruna salıb və öz istəyinə görə Allaha itaət etməkdən məhrum edibdir. Mən ondan intiqam almaqdan acizəm. Həm də günah etdiyinə görə ona əzab vermirəm ki, Allah mənim heyfimi alsın və mənə zülm edəni əzaba giriftar etməklə məni rahat buraxsın. Nəfsdir ki, xalis şərab həvəsindədir. Mənim üzümə xeyir qapısı və səvab yolunu bağlayıbdır. Mən də belə bir aşkar zülmün əvəzi olaraq onu xəta işə yönəltməklə əzab əhli edirəm. Belə ümid edirəm ki, əgər itaət əhli Allahın rəhmətinin güzgüsüdürsə, günah edənlər də Allahın bağışlamaq sifətinin məzhəridirlər. Yəqin ki, bağışlamaq günahla bağlıdır. Deməli, günah əhli bağışlamaq zəncirini hərəkətə gətirir. Nə qədər ki, bəndə üsyan və pis işlərdən uzaqdır, bağışlanmaq sifəti qeyb pərdəsində gizlənibdir. Bağışlanmaq insana günahdan hasil olar. Kim ki günah edir, o bağışlanar. Buradan günahın faydası səvabdan artıq görünür. Odur ki, günah təvbə daha xoş gəlir. Çünki günahkar öz işinin cəzasına yetişərsə, ədalət meydana çıxar. Əgər bağışlanarsa, bağışlanmaq məzhəri olar. Səvab əhli nə qədər ki rəhmətə yaxındır, bunlar qiyamət günü bir sifətdə görünəcəklər. Amma günah əhlində iki sifət zahir olur. Əzab vaxtı ədalət, bağışlanmaq zamanı məğfirət. Zahid dedi: Ey Rind, doğrudur, məğfirət, əfv etmək xəta baş verdikdə mümkündür və bağışlamaq pis işlər üçündür. Şərt odur ki, pis işlər səhvən və ya naçarlıqdan ola və nəfs ondan tövbə edə, təəssüf edərək üzr istəyə. O adamlara təəccüb edirəm ki, bəd əməlləri özlərinə peşə ediblər və Allahın əmr və nəhinə xilaf iş götürənlər və bağışlanmaq bağından da bir gül dərmək istəyərlər. Kim ki bilmədən bir günah etsə, bağışlanmaq qapısına yol tapa bilər. O ki bağışlanmaq ümidi ilə qəsdən günah edir, ah fəryadı faydasız olacaq. Rind dedi: Ey Zahid, sən ümidsizlərin sözünü dilinə gətirdin və məhrumların əfsanəsini danışdın. Bil ki, bağışlanmaq günahın əndazəsicədir. Necə ki, rəhmət ibadət qədricədir. Qəsdən günah edən adamın təqsiri unudub günah edən adamın günahından artıqdır. Lakin məlumdur ki, məğfirət ondan da artıqdır. Əgər adlar elminə bələd olan Adəm əleyhissalam Allahın bağışlamaq feyzini anlamasaydı, xəbərdarlıqdan sonra qadağan olunmuş ağacın meyvəsini yeməzdi. Halbuki meyvə yeməklə bir günah işlədi, bununla da bağışlanmaq gözəlinin üzündən pərdəni götürdü. Biz günah əhliyik, günah bizim zinətimizdir. Günahsız olmaq bizə mümkün deyildir. Biz günahdan o qədər də ar etmirik. Bu iş bizim ata-anamızın şüarıdır. Zahid dedi: Ey Rind, fasidləri iqtida edirsən, batil dəlillər gətirirsən, batilləri təqlid edərək mənim möcüzələrimi rədd etmək istəyirsən. Olmaya sənin bu halətin bir günah və ya itayətdən boyun qaçırmağa baş ola və cahillər də sənə baxıb dərs alırlar. Sənin kimi onlar da pis işləri yaxşı bilərlər. Bunlar nəticədə sənin günahlarının artmasına səbəb olar, sənin xətalarını da artırar. Dünyada Allaha müxalif bir iş görmə. Əgər görsən, gizlət və heç kəsə demə. Xəta yollarını cahillərə öyrətmə. Onlara rəhbərlik etmək pisdir. Bunu etmə. Rind dedi: Ey Zahid, aləm mülkünün iş başında duranları və insan məişətinin tədbir tökənləri
elmcə məndən ucadılar və qüdrətləri məndən artıqdır. Madam ki, növbət nağarası və saz səsi eşitməyə, meyxanə binası qoymağa, dünya əhlinə sərxoşluq və nəzərbazlıq etməyə icazə verirlər, buna sənin tənə vurmağından nə fayda, ya mənim nəsiyyətimdən nə çıxar? Qadağan olunmuş şeylər əksərən haramdırsa, müxtəlif tayfaları birləşdirmək cəhətindən dünyanın intizamına da səbəbdir. Şəriət haram işləri rədd edibdir. Şəriətin güzgüsünə onlar qara ləkədir. Amma nə eləmək? Dünya nizamının tədbiri bu günahlara tutulmağa hamıya icazə veribdir. Zahid dedi: Ey Rind, meyin eybi hamıya aşkardır. Onun qəbahətinə deməyə ehtiyac yoxdur. İndi ki sən onun keyfiyyətindən xəbərdar oldun və onun nəşəsini gördün, bu gizli sirdən pərdəni götür. Onun mənfəətlərindən danış. De görüm, onun faydası nədir ki, onun xatirinə insan Allaha düşmən olsun? Onun mənfəəti nədir ki, insan onun üçün şəriətin hökmlərindən çıxsın? Allah şərabın eybini söyləmişdir. O mənfəət üçün bir günahdır. Onun bu eybi bəsdir ki, insanı ağıldan ayırır. Şərabın hünəri nədir ki, ona görə xalq həqiqətdə Allaha düşmənçilik edir? Rind dedi: Ey Zahid, şərabın mənfəətində Allahın kəlamı gizli pərdəni onun aydınlıq üzündən götürmüşdür. Şərabın faydalarını deməyə nə ehtiyac var? Hikmət əhlinin şərabın faydasındakı mübaliğələri həqiqət aynası üstündəki tozu silmişdir. Onu dil ilə deməyə ehtiyac yoxdur. Allahın işləri ilə məşğul olanların yəqin ki, şərab heç yadlarına da düşmür. Allaha itaət etməkdən qafil olanlar isə məlumdur ki, pis işlər etməyə meyl edirlər. Bundan yaxşı nə ola bilər ki, şərab onların ağıllarını əllərindən alsın və dünyanı onların fəsadından qurtarsın. Ey fikri pis iş görməkdən ibarət olan kimsə, sənin hərəkətlərin Allahın razılığından kənardır. Sənin hüşyar olmağın şər və fəsad törədir. Belə isə sənin şərab içib sərxoş olmağın ayıqlığından yaxşıdır. Xülasə, şərab ruha səfa verir, nəfsin qüvvələrini artırır, cismin əzasını tərbiyə edir. Ən böyük faydası budur ki, beyni duruldur. Onu könül açan nəğmələri anlamağa qabil edir və xoş nəğmələr ləzzəti diyarına atır. Şərab, şuur aynasının tozunu silir. Bunun şahidi xoş nəğmələrə olan həvəsdir. Tutqun beyni küdurətdən təmizləyir. Odur ki, sərxoş yaxşı nəğmələr istəyir. Zahid dedi: Ey Rind, şərabın tərifində xəyal etdiklərin onun məzəmmətidir. Badə tərifində gətirdiyin dəlillər onun təhqirinə aiddir. Deyirsən ki, mey sazı dərk etməyə sövq edir. Bu məqbul deyil. Bəlkə rədd edilməlidir. Çünki saz oyun və qafillik badəsidir və veyl cahillərin istədiyi şeydir. Nə həqiqət əhli ona nəzər salar, nə təriqət əhlinin ürəyində ondan bir əsər olar. Bir şeyi ki, şəriət rədd edir, öz-özlüyündə itayəti yaddan çıxarır, təəccüb edirəm, nə üçün onu bəyəniblər? Belə günaha mürtəkib olmaq müqabilində ondan nə mənfəət görüblər? Sazın keyfiyyəti yalnız şadlıq və xoşluq üçündür. Əslində, bu fəsad ağlı və ədəbi ortadan qaldırır. Ona rəğbət etmək nöqsandan başqa bir şey deyil. Əhli kəmalın ona rəğbət etməsi çox təəccüblüdür. Rind dedi: Ey Zahid, ürək açan nəğmə səma eyvanının kəməndidir. Xoş avazlar uca aləmin nərdivanıdır. Ruha halın məbədindən xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sir pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün zəruridir. Buna şövq göstərmək pak təbiətli adamların xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürək yandıran eşq odu salır. Qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir. Lətif səslər eşqin təhrikinə səbəbdir. Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir. Eşq bir gizli sirdir.
saz ilə aşkar olur. Həqiqət budur ki, o sir saz pərdəsinin arxasındadır. Zahid dedi: Ey Rind, eşqi zahir etmək üçün sazı faydalı bilirsən. Bu düzgün mülahisə deyil. Gözəl səsi, həvai həvəsi təhrik etdiyinə görə yaxşı hesab edirsən, bu münasib fikir deyil. Çünki eşq yaxşılıqla məruf olanları bədnam edəndir. Axırı qara gün olan bədbəxtlərin şivəsidir. Heyf o adama ki, ixtiyarını həvai həvəsin əlinə verir və üzünü səlamət küçəsindən məlamət küçəsinə çevirir. Təəccüb edirəm ki, onun pisliyindən xəbərdar olan xoştəb adamlar ona necə həvəslənirlər. Eşqin məlamətindən xəbərdar olduqları halda onu nə üçün tərifləyirlər, ondan nə mənfəət görüblər, ondan nə fayda eşidiblər. Hikmət əhli eşqin əsasını sevda bilir. Kim sevdanı şüar etsə, dəlidir. Dəli aşiqin ürəyində eşqin həvası viranədə əsən bir külək kimidir. Rind dedi: Ey Zahid, sən məcazdan danışırsan, həqiqət yolu ilə getmirsən. Bil ki, eşq bəşər vücudu sədəfində Allahın əmanəti olan bir gövhər və insan nəfsi natiqəsinin həqiqətidir. Kainatın binası onunla əsaslanır. Əqli kül ixtiyarı ona tapşırır. Eşqin sifətlərə ehtiyacı yoxdur. Məşuqu keyfiyyəti zat adlandırırıq. Eşqin şöhrətə və hörmətə malik olması üçün bu kifayətdir ki, gözəllərin hüsn cilvəsindən xəbərdardır və sevgililərin cəmalını müşahidə etməklə biixtiyardır. İnsan yaranmışların ən gözəlidir və hüsn-i surəti Allahın qüdrəti və sənətkarın ən gözəl əsəridir. Eşqə eşq olsun ki, ona məhəbbət gözü ilə baxmasan, qüdrətin sənəti zayə olar. Zahid dedi: Ey Rind, eşqin gözəllər hüsnünə münasibəti onun eybidir, tərifi deyil. Məhbubların cəmalına vurulmaq peşmançılıq gətirər, tərbiyə verməz. Çünki gözəllərin hüsnünə baxmaq yaxşı ürək sahiblərinin ağlı üçün fitnədir. Məhbubların cəmalına tamaşa etmək kamillər üçün nöqsandır. Kim bir gözələ əlaqə nəzəri ilə baxsa, özünü aləmdə rüsva edər. Hər biçarə ki, bir gözəlin məhəbbət camından bir içim nuş etsə, dünya və axirəti unudar. Ona görə ki, ürəyə yatan gözəl, ona baxanın şəhvətini artırır və bunun da xəbasəti bütün mühəqqiqlərə aydındır. Təəccüblüdür ki, bu gözəl surətlərin işi bu qədər aşkar olduğu halda, dünyanın həqiqət görən adamları ona rəğbət göstərirlər, həmişə də onu axtarırlar. Kim bir gözəlin hüsnünə aşiq olsa, şübhəsiz, onun eşqi gözəlliyin zəvali ilə zail olur. Eşqin məqamı odur, gözəlliyin də halı budur. Eşq səbatsız bir cins, gözəllik isə batil bir nəqşdir. Gözəlin surəti xəbərsiz aludələrin fitnəsidir. Saçının həlqələri cahillərin tələsidir. Rind dedi: Ey Zahid, gözəlliyi ki rədd edirsən, gözələ baxmaqdan ləzzət aparmırsan, onu bil ki, gözəllik Allah simasının aynasıdır. Allah axtaranların məqsədə çatmaları üçün yol göstərəndir. Cəmal Allah nurunun məzhəridir. Əbədi feyzin mənşəyidir. Gözəlliyi müvəqqəti hesab etmək cəhalətə dəlalətdir. Çünki onun həqiqəti aradan getmir və yox olmur. Bəlkə onun zahiri əsəri yox olur. Hər dövrdə o qayıb gözəlin hazır mənşəyi və hər paltarda o gizli pərdədə olan nazənnin bir zühur cilvəsi var. Dövranın dəyişməsindən ona nə ziyan? Libasın dəyişilməsindən ona nə nöqsan? Gözəlin surətindən məqsəd keyfiyyətdir. Üzvlərin tərkibinin nisbəti deyil. Sevgilinin cəmalından məqsəd həqiqətdir. Cüzvlərinin tərtibinin uyğunluğu deyil. Zənn etmə ki, hüsnün nəşəsi su və palçıqdadır. Bəlkə həqiqətdir ki, gözəl üzdə aşkara çıxıbdır. Bu pərdədə bir oyuncu var, yoxsa heç kim özlüyündə nə pərdə saxlayan, nə pərdədə oturan, nə də pərdəni qaldırandır. Yalnız surətdən mənaya yol tapmaq olar. Məna gülünün məhzəri
surət bağçasıdır. Zahid dedi: Ey Rind, vaxtımız münaqişə ilə keçdi. Rüzgarımız mücadilədə tələf oldu. Nə mənim nəsihətlərim sənə fayda verdi, nə də sənin dəlillərin məni qane etdi. Əgər aramızda olan bu ciddiyyətə görə səndən ayrılsam, sənə olan atalıq əlaqəsi ixtilat ətəyindən tutar. Əgər müxalifət götürmək üçün sənə nəsihət etsəm, sənin könül vərəqən bu yazını qəbul etməz. Mən buna bir çarə bilmirəm. Özün də görün bunun çarəsi nədir? Əfsus ki, dərdimə dərman yoxdur. Sənin məsələndə işim bir yana çıxmadı. Ömrümdə sənə nəsihət verməkdən başqa bir işim yoxdur. Ömrüm sona çatdı, söz qurtarmadı. Rind dedi: Ey Zahid, iki şey dünyada fəsad maddəsidir. Onların ikisi də təsvif olunduqda bir-birinə müvafiqdir. Birincisi riyadır. O, pak dinli zahidlərin yolunda bir tələdir. İkincisi zinadır. Bu da haqqa inanan rindlərin yol üstündə yol kəsəndir. Harda ki bu iki fəsad yoxdur, rind ilə zahidin həqiqəti birdir. Mən səndə riya güman edirəm. Ona görə ki, sənə müxalifəm. Sən də məndə zina təsəvvür edirsən. Nəsihətdə mübaliğə etməyin bu səbəbdədir. Əgər bu iki illət aradan qalxsa, zahidlər rindlərdən qaçmazlar. Həqiqətən rindlərin zinası zahidlərin riyasına qərinədir. Fasiklərin bəd əməli abidlərin ikiyüzlülüyü kimidir. Zahid öz riyası ilə Allah qərbindən uzaqdır. Həvai həvəsə görə rindlər gözə pis görünürlər. Əgər hər ikisi iki pis əməldən xilas olsalar, İkisi də iki dünyanı ələ gətirə bilərlər. Zahid dedi: Ey Rind, zahid riyasının yenə biraz faydası var. Hərçənd həqiqətdə onun taətlərini bu riya batil edər. Amma onun zahirini görənlər itayətə rəğbət bəsləyirlər. Əgər batini əzaba yaxındırsa, zahiri səvaba yol göstərir. Riyanın çarəsi güşənişinlikdədir. Amma qafil bədəməllər nə üzür gətirə bilirlər? Riyanın pisliyi məlum olmaqla bərabər, riya əhli Allaha yaxınlıqdan məhrum olmaqla birlikdə itayət rəngi və qoxusu olduğuna görə yaxşıdır. Amma fəsad yolunu təbliğ etmək məzəmmətə layiqdir. Rind dedi: Ey Zahid, bil ki, tövbənin də Allaha yaxın olanlar məclisində izzəti var. Günah o izzətə yetişmək üçün bir vəsilədir. O adam ki, pis əməllərin ləzzətini görüb ondan üz döndəriblər, onların rütbəsi bu ləzzəti görməyib, yalnız eşitməklə onlardan ictinab edənlərin rütbəsindən daha yüksəkdir. Görməyənlər təqlid edərək danışırlar, görənlər isə təhqiq yolunu axtarırlar. Pis işlərdə gizli bir fayda var. O faydadan dünya əhli xəbərdar deyil. Vallah, günahkarın tövbə etməsi, günahsızların təkəbbür və minnətindən yaxşıdır. Allaha şükür ki, pis əməllərin həqiqətinə çatdım. Ayağımı onun üstünə qoydum. Həvai həvəs gözəlini aldım və boşadım. Könül dedi ki, dünya işlərinin binası heçdir. Dünya üçün qüssə etmək mənasızdır. Qüssəni rədd etmək üçün şərab içib bir müddət sərxoş oldum. Ayılandan sonra dedim ki, bu da heçdir. Zahid dedi: Ey Rind, sən nə öz etiqadında qaldın, nə də mən deyən elədin. Mənim inandıqlarımı dəlillərlə batil etdin. Axırda öz etiqadını da heçə çıxardın. Bu heyranlıq və sərgərdanlıq nişanəsidir. Əgər tamam dünya işləri batildir, bəs haqq hardadır? Əgər bunlar sənin üçün mövcud deyildir, bəs vücudi mütləq kimdir? Ey o kimsə ki, hamının vücudu sənin yanında heçdir, dünyanın etibarını düşünmək xətadır. Dedin ki, bütün mövcudat batildir. Əgər haqqın vücudu var, de görüm hardadır? Rind dedi: Ey Zahid, kainatın əhvalını batil bilmək, haqqı bəyan etməkdir. Allahdan başqalarını nəf etmək, vücud-i mütləqi sübuta yetirməkdir. Sən və mən vücud mülkündə qaldıqca, haqq ilə batil arasında mübahisə olacaqdır. Biz aradan qalxmalıyıq ki, batil də qalxsın. O zaman danışıqların hamısı büsbütün həqiqət olar.
Axırda Zahid Arif Rindin tənbihi ilə öz işlərinin aynasından riya tozunu sildi. Rind Vaqif Zahidin nəsihəti ilə öz sürəti halını tövbə bəzəkləri ilə zinətləndirdi. Hər ikisi müxalifət və ziddiyyətdən əl çəkdilər. Vəhdət dərəcəsinə çatdılar və məhəbbət yolunu tutdular. Fəna yolunda ağıllı ilə dəli birdi. Dənizin dibində daş ilə inci birdi. Əgər yaxşı və pislik etibarı ortadan qalxsa, məscid ilə meyxanə birdi.